Köhnə qitə basketbolunun bir nömrəli klub turniri Final Four'da sizi İdman Televiziyasının efirindən salamlayır. Hörmətli basketbol həvəskarları, Avropa basketbolunun zirvə nöqtəsi Final Four. Hər biriniz xoş gəlmişsiniz. Yarım finalın ikinci oyunu, yarım finalın ilk oyununda bir qədər əvvəl yekunlaşmış qarşılaşmada Fenerbahçe həm bizi, həm Türk azarkeşləri, Türk qardaşlarımızı sevindirdi. 82-76 hesablı qələbəsi qeyd alındı Fenerbahçe'nin Panathinaikos üzərində. Ergin Ataman bu dəfə Şarunas Yatskeviçsə məğlub oldu və Şarunas artıq ikinci dəfə final oynayacaq Euroligada. Monaco Olympiakos görüşü bir qədər sonra start götürəcək. İlk dəfə olaraq Avropa basketbolu qitənin kənarına çıxıb Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabi'də Etihad Arena'da Final Four oynanılır. Yaxın Şərqdə və 2021-ci ildə istifadəyə verilmiş bu Etihad Arena ümumilikdə 18.000 azarkeş tutumuna malikdir, amma basketbol oyunlarında təxminən 12.000-ə qədər azarkeş biz görə bilirik arenada və bir məlumatda diqqətinizə çatdırım ki, biletlərin 70%-ını məhz Yunan azarkeşlər alıb, düzdür. Panathinaikoslu azarkeşlər öz komandalarını finalda artıq dəstəkləyə bilməyəcəklər, amma Olympiakos adını finala yazdıra bilər. Düzdür, onların qarşısında bugün rəqib heç də asan bir komanda deyil. Monaco komandası kifayət qədər geniş və güclü rotasiyaya malik bir klubdur. Yenə də Olympiakos finala vəsqə qazanmağa çalışacaq. Bu Georgios Barsokas'dır. Olympiakos'un baş məşqçisi 6 dəfə Final Four'da olub. Bu məşqçi hər zaman sonları gətirməkdə bir qədər çətinlik çəkir. Əlləri titrəyir, əsəbləri dözmür. Şarunas'ın ən böyük rəqiblərindən biridir bu arada Georgios Barsokas. Bu isə Vasilis Spanoulis'dir. Kill Bill ləqəbli Vasilis Spanoulis. Bəli, Avropa basketbolu bu şəxsi çox yaxşı tanıyır. Oyunçu karyerasında məhz uzun illər Olympiakos'un şərəfini qoruyub 11 mövsüm Olympiakos'da basketbol oynayıb Vasilis Spanoulis. Hətta 2013-cü ildə Olympiakos'la bərabər həmin heyətin təbii ki başında biz Georgios Barsokas'ı görürdük. Final Four'un qalibi olub Vasilis Spanoulis. 2012-ci ildə çempion olub Olympiakos'da oyuncu kimi. 2013-cü ildə onun çempionluğu var. Ümumilikdə Olympiakos'da elə 3 qat Avroliga çempionudur. Məhz ilk çempionluğunu onlar 1996-97 mövsümündə qazanmışdılar. Əfsanəvi Amerikalı basketbolçu David Rivers'ın ön planda olduğu Olympiakos komandası ilk çempionluğunu kazanmıştı. Bu dəfə görək onlar uzun fasilədən sonra tilsimi qırıb kuboku qazana biləcəklərmi? Təqvim yarpaqları 2023-cü ilin 21 may tarixini göstərdikdə Kaunas dördlər finalında Olympiakos və Monaco klubları üz-üzə gəlmişdilər. Həmin görüşdə 76-62 hesabı qeydə alınmışdı. Yunanlar Monaco'ya qalib gələ bilmişdilər, amma finalda onların qabağına kim çıxdı? Təbii ki, İspaniyanın Real Madrid klubu və həmin görüşdə Sergio Yul'un son saniyə basketi ilə 78-79 hesabı ilə məğlub oldu Kral klubuna Olympiakos. Çempion ola bilmədi və bir maraqlı məlumat bundan ibarətdir ki, 21 il sonra bir ilk yaşanır Final Four'da. İspan klubu yoxdur. Nə Real Madrid, nə Barcelona, nə Baskonia. Təbii ki, əsas klublar İspaniyada Real Madrid və Barcelona sayılır. Bu klublar Final Four'da olmayacaqlar. Bu da öz-özlüyündə bir sürprizdir. Görək, Vasilis Spanoulis 3 dəfə Final Four MVP mükafatına layiq görülüb. 2009-cu ildə düzdür o Panathinaikos niyyətində bu mükafatı qazanmışdı. Daha sonra 2012-ci ildə əfsanəvi, düzdür, hal-hazırda o həyatda yoxdur, Duda Ivkoviçin rəhbərliyi ilə həmin heyətin ən dəyərli basketbolçusu olmuşdu Final Four'da. Vasilis Spanoulis 2013-cü ildə isə məhz Barsokas onların baş məşqçisidir. Spanoulis MVP mükafatına layiq görülmüşdü. Görək, bu dəfə məşqçi kimi öz doğma komandasını məğlub edə biləcəkmi? Monaco'nun tarixində ikinci Final Four yaşanır. Komandanın ən böyük uğuru 3-cü yer olub. Məhz 2023-cü il Final Four'da. Number 0, Elio Kobo. 78-66 hesabı onlar Barcelona'ya qalib gəlmişdilər. Kaunas dördlər finalında
Number 4, Monaco Jared heyəti Blossom Game. təqdim olunur Etihad Arenada. İlk öncə Eli Okobo parkete daxil oldu. Bu Jared Number Blossom 8, Game'di. Jordan Lloyd. Jordan Lloyd'un adını biz eşitdik. Number 9, Yorgos. Mövsümün ortasında Papagiannis. komandaya transfer oldu. Daha doğrusu Maccabi ilə başlamışdı. Number Belə desək daha 10, dəqiq söyləmiş Daniel olaraq, amma müəyyən Tice. səbəblərdən yenidən öz keçmiş komandası Monaco'ya qayıtdı. Bu 11, Daniel Tice'dir. Bugünkü Alpha oyunun X Diallo. faktoru ola bilər. Alman uzun Daniel Tice NBA patentli basketbolçu 14, öz adından Broze Manzayte. Bamberg'də söz etdirmişdi. Andrea Trinchieri əfsanəvi 22, Broze Bamberg Terry komandası Turpin. çox yaxşı mövsümlər keçirmişdi. Zəif büdcələrə rəğmən Avropada Number 30, Manzayte'ni Vito gördük. Brown. Vito Brown oyuna daxil olur. Matthew Strazel bu 32, Matthew basketbolçu Strazel. Vasilis Spanulis'in en sevdiği basketbolçudur. X faktör olabilir bugün 33, Matthew Strazel. Nikolaitis. Nikolates'in adı çəkildi. Ana planda biz kimi 55, görürük? Mike James. Mike James, Avropa basketbolunun en çok xal qazanmış oyuncusu, Avroliga tarixinə öz adını qızıl hərflərə yazdırdı. Ötən ilin MVP'si Mike James, qaryasında tək çatışmayan uğur məhz Avroliga kubokudur. Görək Mike James, Oregon ştatından olan bu basketbolçu bu kuboku kazana biləcəkmi? Bir sıra Final Four'un öz gücünü sınaqdan keçirib, amma əsas hədəfə çata bilməyib Mike James və Americanos 24 fərq etməz. Həm bizim dildə, həm İngilis dilində bu podcast proqramında Avroliganın ən yaxşı oyuncusu kimdir? Media nümayəndələri ona belə bir sual vermişdilər. Mike James qısa olaraq net cavab vermişdi onlara. Mən, təbii ki mən. Özünə inam, özünə güvən hissi çox yüksək səviyyədədir Mike James'də. İndi Olympiakos klubunun heyəti Thomas Volkov parkete daxil olan iki basketbolçudur. Nigel Williams-Scott'u biz görürük. Real Madridlə playoff seriyasının X faktor olmuşdu. Olympiakos 3-1 Real Madrid'e qalib gəlmişdi playoffda. Luka Dildoza oyuna daxil olur. Bu isə Yanulis Larenzakis'tir. Yunan basketbolçu Saben Lee de oyuna daxil olur. Parkete daxil olur. Alexander Sasha Vezenkov playoff MVP'si bu mövsüm məhz Bolqar basketbolçu seçildi. 19 xal ortalaması 22.8-1, yəni effektivlik indeks reytingi. Kostas Papanikolaou komandanın kapitanı parkede addım attı. Evan Fournier'i biz görürük. Məhz çempion olmaq üçün bu basketbolçu Olympiakos'un heyətinə gətirildi. Angelopoulos qardaşları tərəfindən Olympiakos'un sahibləri, prezidentləri. Və baxaq, Georgios Barsokas, Kostas Papanikolaou'la Avroliganı qazanmışdı 2013-cü ildə. Bu dəfə onlar finala yüksələ biləcəklərmi? Onların qarşısında finalda Türkiyənin Fenerbahçe klubu olacaq. Fenerbahçe da çempionluğa getmək istəyir. Müntəzəm çempionatı birinci sırada tamamladı. Olympiakos, Monaco isə 4-cü pillədə bitirdi. Strazel, James, Blossom Game, Diallo, Tice. Bu beşlik var. Monaco'da Monaco'nun baş məşqçisi Vasilis Spanulis'tir. Barcelona çox çətinlə qalib gəldi playoffda. Monaco 3-2 hesabı qeydə alındı. Nigel Williams-Scott, Sasha Vezenkov, Kostas Papanikolaou, Evan Fournier, Mustafa Fall. Bu beşlik Olympiakos'un start beşliyi də Olympiakos'u bir daha təkrar edirəm. Yunan təcrübəli mütəxəssis Georgios Bartsokas çalışdırır. Oyunun hakimləri baş hakim İlya Beloşeviç, onun köməkçiləri Emilio Perez və Milan Nedovic. Ədaləti qorumağa çalışacaq bu hakimlər. Kifayət qədər Yunan azarkeşlərinin olduğunu qeyd etmişdik. Təxminən 5000 nəfərə yaxın Olympiakos azarkeşi Abu Dhabi'də Etihad Arenada öz komandalarını dəstəkləməyə gəliblər. Baxaq görək, Olympiakos bu dəfə tilsimi qıra biləcəkmi? 2023-cü ildə onlar çox yaxın idilər. Ötən ildə Final Four'da Real Madrid'də məğlub olmuşdu. Olympiakos və Mike James komandanın sahibi Aleksey Fedoroviçlə görüşdü, onun yanında komandanın baş meneceri Aleksey Yefimovu da biz görürük. Və komandanın sahibi nəhayət ki Avroligada final oynamaq istəyir. Baxın Yunan azarkeşlərə, ən çılğın azarkeşlər məhz Olympiakoslu azarkeşlərdir bu oyunda. Çünki Monaco'dan mən düşünmürəm ki bura kifayət qədər azarkeş qrupu gələ bilsin və
ekranın sol tərəfində Aleksandr Saşa Vezenkovun statistikası bizə təqdim olunur, uğurları bizə göstərilir. Bu isə Chosen One'dır, Avropanın Chosen One'ı təbii ki. NBA-də bu ləqəbin bir sahibi var. Əfsanəvi, dünya şöhrətli LeBron James. Bu isə Mike James'dir. Baskoyla bir Final Four var. Düzdür, həmin komandanın əsas basketbolçuları Rodrik Boboa, Darius Adams. Bu oyuncuların adını biz çəkməliyik. 2016-cı ildə həmin Final Four'da məhz Georgios Barsokas Lokomotiv Kubanın baş məşqçisi idi. Malcolm Delaney, Donta Draperli və bir sıra basketbolçunun adını çəkmək olar. Həmin Final Four'da məhz Mərkəzi Ordu İdman Klubu CSKA Moskva qələbə qazana bilmişdi. Müəmmalı oyun sonluğu Fenerbahçe ilə. İki baş məşqçi ana planda bizə təqdim olunur. Görək kim güclü olacaq? Uzun illər şərəfini qoruduğu Olympiakosa qarşı Spanulis uğur qazanmağa çalışacaq. Ağ rəngli formada Monaco, qırmızı rəngli formada Olympiakos mübarizəyə başlayır. Oyunu şərh edir sizin üçün Sənan Əliyev. İlk hücum Olympiakosdadır. Kostas Papanikolaou komandanın kapitanı topu Evan Fournier ötürdü. Fournier Daniel Tays'la üzbəüzdü. Mustafa Faal ötürmə Vezenkova doğru. Saşa Vezenkov 3 xallıq atış alınmadı. Mike James müdafiədə reboundu götürür və topu Matthew Strazel'e ötürür. Monaco'nun parlamakta olan ulduz basketbolçusu. NBA təklifləri də olacaq yəqin ki bu yayda. Bu basketbolçuya Vasilij Spanulis'in güvəndiyi oyunculardan biridir. Topu Daniel Tays'ın əlindən vurub çıxardılar Evan Fournier. Nigel Williams-Goss Real Madrid'lə oyunda playoff seriyasında X faktor olmağı bacarmışdı. Williams-Goss tempə çox yaxşı nəzarət etdi. Harada qaza, harada stopa basmağı çox yaxşı bilir bu basketbolçu. 2-0 Olympiakos hesabda əlindədir. Matthew Strazel. Qarşısında Evan Fournier var. Strazel. Mike James ikinci aksiyonda topu qəbul etdi. Williams-Goss. Yaxın müdafiəsi var onun. Şolova gəldi. Saşa Vezenkov. Jaron Blossom game. Orta məsafə alınmadı. Floater uğursuzdu. Strazel hücum reboundu. Alfa Diallo 3 xallıq atış. Alınmadı bu dəfədə. Williams-Goss. Müdafiədə reboundu götürdü Evan Fournier. Eləcə bastı, komanda yoldaşlarını gözlədi. Monaco'da X faktor ola biləcək iki basketbolçu var. Onlardan ən birincisi, ən önəmlisi Alfa Diallo'dur. Baxaq Diallo bunu bacaracaqmı? Papanikolaou topu uzuna endirdi. Mustafa Faal Fransız uzunun dirsəkdən oyun qurmağa çalışır. Saşa Vezenkov üçlüyü alınmadı. Blossom game. Müdafiədə rebound edir. Matthew Strazel hücum setini sifariş etdi. Komanda yoldaşlarına Mike James driblingi davam etdirir. Fournier yaxın müdafiəsi var. Evan Fournier'in qayda pozulmuyor. Playoff'da Əlaqsuda Final Four'da sərtlik bir qədər artır. Williams-Goss bu basketli gol terlik qərarı işə düşür. Daniel Tays səhvə yol verdi. Bəli, bir qədər əvvəl yekunlaşan görüşdə Final Four'un ilk oyununda biz sərtliyin nə qədər üst səviyyədə olduğunu şahidi olduq. Hakimlər asan vəziyyətlərdə fiti səsləndirmirlər. Bir qədər müdafiədə sərtliyə imkan verirlər və Mike James bunu nəzərə almalıdır. Onun da karyerasında son mövsümlərindən biridir. Şanslar, pəncərə onun üçün kiçilir. Diqqətli oynamalıdır Strazel, Daniel Tays. Şut ata bilən uzundu Alfa Diallo, Nikolaou. Papanikolaou müdafiədir Diallo'nu. Diallo girdi rəngli sahaya. Alfa Diallo bugün X faktor ola biləcəkmi? Monaco'nun ilk xallarını qazandı Alfa Diallo. Barcelona'ya gənim kəsilmişdi. Playoff seriyasında Alfa Diallo. Nigel Williams-Goss meydanın mərkəzində driblingi davam etdirir. Williams-Goss. Saşa Vezenkov. Williams-Goss pərdə. Vezenkov'dan Williams-Goss önü bomboşdu. Nigel Williams-Goss təbii ki əllər titriyir. Belə məqamlarda. Mike James. Transition hücumuna canlanacaq. Jaron Blossom game. Dankı vurdu Blossom game. Mavi yaxalı çalışkan tələbələrdən biridir. Jaron Blossom game Monaco niyyətində. Papanikolaou təcrübəli hiləgər soyuqqanlı Papanikolaou. Uzun illərdə Olympiakosun şərəfini qoruyur. Önəmli oyunculardan biridir müdafiə anlamında. Olympiakos niyyətində Mustafa Faal. Çox çətinliklə topu özündə saxladı. 4 saniyə vaxt azalır, atmaq lazımdır. Saşa Vezenkov çox uzaqlardan. Saşa Vezenkov top çəmbərin üzərindən. Monaco basketbolçularına sahib oldu. Daniel Tays uzundan Diallo'ya əla ötürmə. Bu dəfə Papanikolaou müdafiədə çox qurd basketbolçudur. Hiləgər bir oyuncudur. Vezenkov yaraşmadı. Playoff MVP'sinə bu səhv.
4-4 hesab bərabərdir. Mike James. Daniel Tays sol qanatdan 3 xallıq alınmadı. İkinci dalğa başlayır. Monaco hücumunda Mike James. Və foul. Papa Nikolaou foul edir. Məhz Vasilis Spanulis'in go to guy dediği basketbolçu Mike James düzdür. Bu komandanı özü yıxsa əgər Vasilis Spanulis, mən düşünmürəm ki onun go to guy'ı Mike James olsun. Daha çox ağıllı, bir qədər də sakit basketbolçulara üstünlük verir Vasilis Spanulis. Amma Mike James hal-hazırda onun bu basketbolçuya ehtiyacı var və Mike James bu məqamda üçlüyü rəqib səbətindən keçirir. 4-7 Fransızlar hesabda irəli çıxırlar. Nigel Williams-Goss, Vezenkov, Williams-Goss ikili oyun alınacaqmı? Floter atışı dəqiq olur. Bolqar basketbolçu Sasha Vezenkov və Tyler Dorsey yaxın planda bizə təqdim olunur. Bu basketbolçu artıq rotasiyadan çıxarılıb. İnanmır, güvənmir ona Barsokas. Bu dəqiqdir. Daniel Tays yuxarıda başladı ikili oyun. Daniel Tays ikili oyunu pozan Papa Nikolaou'dur. Çox iyi yer basketbolçudur doğrudan da. Papa Nikolaou belə yerləri çox oynayıb. Vezenkov adımladı və foulu qazandı. 2 sərbəst atış yer etirəcək. Basket foulun kənarından döndü. Sasha Vezenkov sərbəst atışları izləyəcəyik biz bu basketbolçudan. Müntəzəm çempionatda bu komandaların oyununda bərabərlik qeyd alındı ümumi hesabda. Bir dəfə Olympiakos, bir dəfə Monaco qalib gəldi. 77-80. Bu hesabla Monaco qalib gəlmişdi. 89-80 hesabıyla Olympiakos rəqibi üzərində qələbə qazandı. Səfər qələbəsi hər iki komandada reallaşdı. 7-də hesab bərabərləşir. 7-7. Vlade Divac buradadır. Yanında da Rudy Fernandez. Stajlı basketbol azarkeşləri yəqin ki Vlade Divac'ı çox yaxşı xatırlayırlar. Serb basketbolunun əfsanələrindən hesab olunur. Okeanın o tayında da basketbol oynayıb Divac. Zəif tərəf ötürmə Mike James'dən Alfa Diallo'dan vurdu Alfa Diallo. Qüvvətli bitirdi. X-Factor iş başında. 7-9. Bəlkə də karyerasının oyununu keçirir Olympiakos'un başında. Georgios Barsokas əgər bu mövsümdə uğursuzluq olsa yəqin ki komandadan göndəriləcək. Bu məqamda Evan Fournier hesabı yenidən Olympiakos'un xeyrinə dəyişir. Fransız basketbolçu Evan Mehdi Fournier. Matthew Strazel, pərdə Daniel Tays'dan gəldi. Pərdə sonrası üçlük Matthew Strazel qısa qaldı, uçdu. Reboundu Nigel Williams-Goss götürür. 20% Olympiakos, 25% Monaco. Üçlü atır 5'də 1, 4'də 1 müvafiq olaraq. Williams-Goss girdi 3 saniyə dəhlizinə. Williams-Goss, runner floater. Dəqiqə alındı, 4 dəqiqə 10 saniyə qalıb birinci 10 dəqiqənin yekunlaşmasına. 12-12-9 Olympiakos'un üstünlüyü var. Mike James. Uzaq ikilik alınmadı. Mustafa Fail. Rebound zamanı məhz Daniel Tays'a qarşı foul edir Mustafa Fail. Və Vasilis Spanulis bizə nümayiş olundu. Yunanistan milli komandasında baş məşqçidir. Oyuncu zamanı, oyuncu vaxtlarında çox soyuqqanlı bir basketbolçudur. Əbəs yerə ona Kill Bill ləqəbini verməyiblər. Görək məşqçi kimi soyuqqanlığını qoruya biləcəkmi və Kill Bill, yəqin ki bu filmi çoxlar izləyiblər və bir belə maraqlı məlumatda sizə çatdırmaq istəyirəm. Eli Okobo hələ ki oyuna daxil olmayıb. Bu basketbolçu məhz bir döymə etdirdi özünə. Kill Bill'in döyməsini biz artıq onun bədənində görürük. Məşhur Hollywood aktrisası Uma Thurman'ın Kill Bill filmində aldığı Beatrix Kiddo rolunda həmin geyim, həmin qılınc və həmin döyməni biz Eli Okobo'da görürük. Vasilis Spanulis'in şərəfinə bu döyməni məhz etdirib Eli Okobo ilə Spanulis'i kubok qaldırarkən biz görürük. 2012-2013-cü illərdə həmin heyətdə Printezis, Pero Antic, Kostas Papanikolaou bir sıra basketbolcuların adını çəkmək olar. Ardıcıl 2 mövsüm back to back
etməyi bacarmışdı. Olympiakos mərhum Duda Ivkoviç 2012-ci ildə və 2013-cü ildə bu məşqçi Georgios Barsokas, yenə də Vlade Divac yaxın planda bizə nümayiş olunur. Elə bu anda Eli Okobon'da artıq parketdə görürük, topu oyuna məhz o daxil etdi. Eli Okobo, Daniel Tais 8 saniyə qaldı şut saatının sonuna. Daniel Tais girdi rəngli sahəyə. Milutinov blok. Dəhşət saçır. Müntəzəm mövsümdə də bu blokları Nikola Milutinovun rəngli sahədə. Serb uzundan yaxşı müdafiə Alman uzuna qarşı. Sasha Vezenkov 3 xallıq atış. Top çəmbərin önünə dəydi. Eli Okobo. Olympiakosun 3 xallıq üstünlüyü var. Eli Okobo girdi rəngli sahəyə. Ayaqla müdaxilə. Şut sadı qaldığı yerdən davam edəcək. Bu isə Donatas Moteyunas'tı. Onu da rotasiyadan kəsdi Vasilis Spanulis. Uzun rotasiyasında biz Mamcaite, Daniel Tais və keçmiş Panathinaikoslu Papayannis'i görürük. Barcelona ilə 5-ci görüşün qəhrəmanı idi Papayannis. Mamcaite əldən təslim. Eli Okobo driblingi davam etdirir. Əla ötürmə. Mamcaite servisi geriyə çevirdi. Papa Nikolao topu komandasına qazandırır. Alek Peters topu oyunda saxladı. Ötürmədən sonra Nigel Williams-Goss ikili sıxışdırma meydanın mərkəzinə doğru. Williams-Goss girdi rəngli sahəyə. Vücudundan əla istifadə etdi, amma bitirə bilmədi. Mike James sürətlə meydanın mərkəzinə keçdi. Mike James ötürmə ideal alındı. Alfa Diallo. Foul. İlya Beloşeviç foul fitini səsləndirdi. Barsokas bu qərarla təbii ki razılaşmayacaq. Bəli, burada açıq-aşkar foul var idi. Qeyd etdiyim kimi çox çətinliklə Barcelona'nı məğlubiyyətə uğratdı. Fikrimi dayandırmalıyam. Biz Georgios Printezis'i görürük. Ən dəyərli 25 basketbolçu arasından seçildi. 2012-ci ildə onun məşhur floter atışı günü bugün də mənim çox yaxşı xatirimdədir. Tarixin ən güclü heyətlərindən biri. CSKA Moskvanın o heyəti əfsanəvi heyətlərdən biri sayılır. Həmin floter atışı Olympiakosa tarixində ikinci çempionluğu qazandırmışdı. Qocalmaq bilməyib həqiqətən də Georgios Printezis və bizə Nikolates'i yaxın planda göstərirlər. Nikolates o da Yunan basketbolunun əfsanələrindən biri sayılır. Növbəti mövsüm Jelko Obradoviç onu Partizan heyətinə qatmaq istəyir. Belə bir transfer xəbərləri də var artıq. 12-11 edir hesabı. Alfa Diallo 3 komanda foulu passivindədir Olympiakosun. 1 komanda foulu ilə oynayır Monaco. Və ikinci komanda foulunu Mamcaite yazdırdı Monaco'nun passivinə. Barsokas üçün çox önəmli bir qarşılaşmadır. Artıq hər şey onun üçün təmin olundu. Fournier də komandanın heyətinə cəlb olundu. Məhz bu məqamlar üçün Evan Fournier, NBA patentli ulduz basketbolçu, hazırda top onun əllərindədir. Olympiakosun heyətinə gətirildi. Evan Fournier fırlandı, üçlüyü səbətdən keçirdi. Tərtəmiz bir üçlü Evan Fournier. 15-11 Mike James. Cavab kimdən gələcək? James girdi rəngli sahəyə. Floter dəqiq alınır. Runner floter. Mike James hələ ki soyuqqanlıq bizə nümayiş etdirir. Etihad Arenada 5-ci xalını qazandı. Mike James, Mr. Natural. Nigel Williams-Goss. Evan Fournier, Eli Okobo topu əlindən vurub çıxarmışdı. Çox çətinlə topu komandasına qazandırır. Yenidən Evan Fournier, Shaquille McKissick. O da top itirdi. Əlləri titrədi sanki McKissick'in. 2 dəqiqə birinci 10 dəqiqəlik yekunlaşmasına müdafiə ağırlıqlı basketbol izləyirik parketdə. Mike James pərdə yuxarıda gəldi. Mamcaite'dən ötürmə zəif tərəfə Alfa Diallo ayaqlarını hazır qurmuşdu və üçlüyü rəqib səbətindən keçirir. Dəqiq üçlüyü izləyirik Alfa Diallo'dan. X faktor elə ki rolunun altını doldurmağı bacarır. 8 xal Alfa Diallo'dan. Artıq
ağılla basketbol oynamağı öyrənib Mike James. Hətta Spanulis komandaya gəldiyindən Mike James'in rolu dəyişdi. Bir zamanlar özünə çox oynayırdı basketbolçu, ancaq özünü fikirləşirdi. İndi isə komanda yoldaşlarını fikirləşir və Spanulis komandaya gəldiyi gündən etibarən Mike James'in asist rəqəmləri artıb. Shaquille McGeesik, Alec Peters, yenə top uğurluğu, Alfa Diallo bugün nələr edir Alfa Diallo. İlk 10 dəqiqəliyə damğa vurur. 3 xallıq alınmadı. Jordan Lloyd hədəfi dəqiq ala bilmədi. Shaq McGeesik, Nigel Williams-Goss, Evan Fournier, Nick Calates təcrübəli basketbolçunu müdafiə edir. Evan Fournier təması aldı və faulu qazandı. Sərbəst atış xəttində olacaq Evan Fournier. Əlcəzair əsilli basketbolçu. Uzun illərdir Fransa milli komandasının heyətindədir. Evan Fournier. Və rəqib komandada onun komanda yoldaşları da var. Terry Tarpi, Eli Okobo, Matthew Strazel. Və hətta bir məlumatda qeydim ki, Terry Tarpi, Eli Okobo, Mustafa Fall və Evan Fournier Eurobasket 2022-də gümüş mükafatın sahibi olublar. 2-də 1 ilə ayrılır sərbəst atış xəttindən. Evan Fournier 7 xalı var, faulu yoxdur. Nick Calates, Yunan qardların son nümayəndəsi. Eli Okobo sol dirsəkdən orta məsafə alınmadı və Nick Calates saçını Avropa basketbolunda tökən Nick Calates illər onu çox dəyişib. Yunan basketbol sevərlər ona Kel Qartal da deyirlər, belə bir rəqəbi də var. Nick Calates'in Florida çıxışlı bir basketbolçudur. Amerika basketbol məktəbinin yetirməsidir. Kolleci məhz Amerikada oxuyub. Nick Calates. O da bir zamanlar Panathinaikos'ta oynayıb. Və Nigel Williams-Goss yenə də sərbəst atış xəttində bir uğursuzluq yaşanır. Oyunun sonlarında bu xallara ehtiyacı ola bilər Olympiakosun. Shaq McGeesik üçlük qısa qaldı. Onun Azərbaycan pasportda var. Bu məlumatı da sizə çatdırım, hörmətli basketbol sevərlər. Nick Calates yuxarıda pərdə gəldi. Manjate'dən ötürmə zəif tərəfə Jordan Lloyd. Manjate, Nikola Milutinov, iki mərkəz basketbolçunun uyğunlaşması. Manjate, huk atışı əl alındı. Kərim Əbdülcabbarı xatırlatdı bizə. Qısa vaxt kəsiyində. Manjate. Thomas Volkap, iki saat arasında 5 saniyə fərq var. Volkap vaxt əridir. Thomas Volkap 17-17 hesab bərabərdir. Təmbəl ötürmə və bu ötürməni oxudu Monaco basketbolçuları. Nick Calates 4 saniyə vaxt azalır atmaq lazımdır. Eli Okobo 2 saniyə, 1 saniyə və top Eli Okobonun əlində partladı. Beləcə birinci 10 dəqiqəlik oyunumuzda yekunlaşır. 17-17 Final Four'un ikinci yarım finalında birinci 10 dəqiqəlikdə bərabərlik qeydə alındı. Birinci 10 dəqiqəliyin önə çıxan basketbolçuları Monaco niyyətində biz Alfa Diallo'nun adını mütləq çəkməliyik. Olympiakos niyyətində Evan Fournier ən dəyərli basketbolçulardan biri sayıldı. Birinci 10 dəqiqəlikdə və birinci periodun ən yadda qalan hərəkətləri bizə təqdim olunur. İlk dəfə olaraq Final Four köhnə qitənin kənarında keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabidə və növbəti mövsümdən Dubay klubunun da Avroliqaya qoşulmağı gözlənilir. Ümumiyyətlə Avroliqa rəhbərliyi genişlənmə planını tətbiq etmək istəyir. NBA təhlükəsi onlar üçün realdır və ona görə də həmlələr etməlidir. Cənab Moteyunas və Bodiroga növbəti mövsümdə genişlənməyə gedəcəkmi? Avroliqa rəhbərliyi məncə bu plan reallaşacaq. Amma təbii ki, yay aylarında
Hər şey dəqiqləşəcək. Fenerbahçe, bir daha xatırladım, ilk finalçıdır. Avroligada 25 may baş tutacaq final görüşü. Panathinaikos isə 3-cü yer uğrunda qarşılaşmaya çıxacaq. Ergin Atamanın rəhbərlik etdiyi kollektiv məğlub oldu bu Final Four'da. Və oyundan sonra Fenerbahçe klubu bizdən daha yaxşı oynadı. Onları təbrik edirəm və finalda uğurlar arzu edirəm. Bu sözlərin müəllifi Türkiyə milli komandasının baş məşqçisi və Panathinaikos'un çalışdırıcısı Ergin Ataman idi. Və hətta Fenerbahçe'nin prezidenti Ali Koç da göz yaşlarına boğulmuşdu komandası finala çıxdıqdan sonra. İkinci 10 dəqiqəlik başladı. İlk hücum Monaco'dan uğursuz alınır. Tomas Volkap, Nikola Milutinov, Volkap. İndi tarazlığı pozmaq imkanı var Olympiakos'un. Luka Vildozan'ı biz parkette görürük. Tomas Volkap girdi rəngli sahaya. Yenə tənbəl ötürmə ardıcıl ikinci dəfə səhvə yol verir. Birinci 10 dəqiqənin sonunda və indi Tomas Volkap. Nikolates təcrübəli guard topu lövhənin köməyi ilə səvətdən keçirir. Tomas Volkap, Alec Peters. Beş saniye kadar işe düştü. Jerome Blasingham'in müdafiəsi özünü doğrultdu. Yani topu 5 saniye ərzində əlindən çıxara bilmədi Alec Peters. Hələ ki Olympiakos'un hücumunda bir böhran var. Xaos davam edir. Barsokas da belə yerləri o qədər də yaxşı idarə edə bilmir. Blasinghamn foul. Çox döyüşkən bir basketbolçudur. Jerome Blasinghamn Ulm klubunda öz adından söz etdirdi Avropa basketboluna. Və Vasilis Spanoulis. Kim var burada? Kim var burada? Bu Tony Parker'di. Fransız basketbolunun əfsanəsi Tony Parker. San Antonio Spurs əfsanəsi. Eli Okobo. Sağ blokdan orta məsafə dəqiqə alınır. 17-21. 4 xallıq fərq. Müsbət 4 Monaco lehinə. Müntəzəm çempionatı indiyə qədər ilk sırada tamamlayan klublar Avroligada çempionluq qazana bilməyiblər. Bax, belə bir uğursuzluq da var. Görək bu uğursuzluğu Olympiakos qıra biləcəkmi? Nikola Milutinov postap oynayır. Nikola Milutinov. Serbiyalı ulduz basketbolçu, mərkəz oyuncusu. Çətin vəziyyətdə olmasına rəğmən topu səbətdən keçirdi. Əla kat etmişdi Eli Okobo səbət istiqamətində, amma məhz son toxunuşda ondan idi. 19-21. Əla bir ötürmə Luka Vildoza'dan. Tomas Volkap nəhayət ki topu mərkəz basketbolçusuna endirməyi bacarmışdı. Tomas Volkap, o da Yunanistan milli komandasının üzvüdür. Əla hərəkət. Nigel Williams-Goss, amma bitirə bilmədi. Daha sonra şans Olympiakos üçün dankı vurdu Nikola Milutinov. Bir qədər sonra Mike James'i biz parketdə görəcəyik. Eli Okobo foul edən Luka Vildoza'dır, Argentinalı guard. O da bir vaxt NBA'de oynuyordu. Yeniden Avrupa'ya qayıtdı. Luka Vildoza Baskonya guard məktəbinin parlaq simalarından biriydi. Luka Vildoza ümumiyyətlə bir sıra basketbolçu məhz Baskonyanın guard fabrikindən keçib. Mike James də bu basketbolçulardan biridir. Sasha Vezenkov'un da maraqlı bir açıklaması olmuşdu oyundan əvvəl. Bilirsiniz ki, Avroliga əfsanələri, ulduz basketbolçular, keçmişdə Avroligada oynayan oyuncular artıq Abu Dhabi'ye toplaşmışlar bir araya. Fikrimi tamamlayacağım. Tomas Volkap topu rəqibdən uğurladı və basketi qazandı. Bəli, fikrimi yekunlaşdırın. Vasili Mitsic'i görmüşdü Sasha Vezenkov və belə bir açıqlama vermişdi ki, Mitsic'i hər zaman gördüyümdə ağlıma gələn ilk şey mənim üzərindən atdığı şutu olur. Blok Manjayte'ye. Luka Vildoza, Evan Fournier. Evan Fournier, basket, bir də foul, yoxsa hücum foulu qərarı.
Bəli, Evan Fournier hakimin radarına yaxalanır. Ayaqlarını çox yaxşı qurdu burada. Təkrarı izləyək. Jordan Lloyd, bəli, bu hücum foludur. Yarım qövsün önündə hazır vəziyyətdə gözlədi. Burada isə topu bax belə uğurlamışdı. Thomas Volkap Olympiakosun ən güclü müdafiəçilərindən biri sayılır və Yunanistan milli komandasının qard rotasiyasında əsas oyunculardan biridir. Ardıcıl 4-cü mövsümdür ki, Olympiakos Final Four'dadır. Mike James foul edən Thomas Volkap'dır. İlk adımı çox sürətlidir Mike James'in. Burada close out'a əla hücum etmişdi Mike. Və 4 illik yeni müqavilə bağladı Matthew Strazier bu məlumatda. Sizə təqdim edim. Yəqin ki, onu bir qədər sonra biz oyunda görəcəyik. Vasilis Spanoulis'in ən inandığı, ən güvəndiyi oyunculardan biridir. Eli Okobo 3 xallıq atış alınmadı. Şansanı Olympiakos üçün hər tərəfli. İkinci dalğada da topu tuta bilmədi. Nando De Colo, onun sağ tərəfində Kyle Hines. İki əfsanə arxada Georgios Printezis. Kimlər var, kimlər? Hal-hazırda Kyle Hines. Bax, bu oğlan CSKA Moskva komandasının əfsanələrindən biri sayılır. Brooklyn Nets klubunda çalışır Kyle Hines, Amerika Milli Basketbol Asosiasiyasında. Thomas Volkap, Alec Peters 3 xallıq alınmadı. Şut ata bilən uzundur əslində Alec Peters, amma burada hədəfi nişan ala bilmədi. 4 foulu var Olympiakosun. Erkən doldurub foul haqqını Yunanlar, Pireylilər daha diqqətli oynamalıdır. Onlar müdafiədə 23-21. Olympiakosun 2 xallıq üstünlüyü var. Monaco'nun foulu yoxdur hələ, çox maraqlıdır. Sərtlik hardadır Final Four'da? Bu sualı basketbolçularına verəcək yəqin ki Vasilis Spanoulis. Time-out zamanı Mike James qaldırdı, üçlüyü atdı və foulu qazandı. Çox təcrübəli basketbolçudur onun. Şut silindirinə müdaxilə var idi burada hər halda. Hakim Milan Nedovic bunu çox yaxından görürdü və 3 sərbəst atış biz izləyəcəyik Mike James'dən. Toxunuş var idi Luka Vildoza. Şut silindirinə daxil olmuşdur. Hesabı bərabərləşdirib, hətta irəli keçmə şansı var Monaco klubunda. Kenan Evans Žalgirisdə əla mövsümlər keçirdikdən sonra Olympiakos onu heyətə qatmışdı. Bizə yaxın planda göstərildi bir qədər əvvəl və zədədən hələ də qayıda bilmir bu basketbolçu. Mike James 2-də 2. Və karyerasında ən çox top uğurluğunu məhz Olympiakos klubuna qarşı edib Mike James 2015-ci ildə Baskonya heyətində biz bunun şahidi olmuşduq. Və Saben Lee Luka Vildozanı əvəzlədi. Bədən dili o qədər də yaxşı görünmür. Luka Vildozanın, bax bu basketbolçuya ehtiyacı var idi Olympiakosun, amma zədələr. Özünü bərpa edə bilmədi. Kenan Evans, Thomas Volkap yuxarıda pərdəyə çağırır Milutinovu. Strazel addım bə addım izləyir. Maqnit kimi yapışıb Matthew Strazel rəqibinə. Saben Lee, Daniel Tice yaxşı bağladı onun önünü. Alec Peters, Daniel Tice reboundu götürən basketbolçudur. Nick Galates sürətli fast break. Blossom Game çox hündürə tullansa topu tuta bilmədi. Moteyunas Litvalı uzun NBA patentli bir basketbolçu. O da illər əvvəl Houston Rockets'də basketbol oynuyordu. 8 xalla oynayır Mike James. İndi Olympiakosun şansı var hesabda irəli keçməyə. Matthew Strazel yenə Thomas Volkap'ın qarşısındadır. Biz bu match-up'ı tez-tez görəcəyik. Sasha Vezenkov, Bolqar basketbolçu. Topu oyun qurucu. Volkap ötürdü. Volkap dəyişmə müdafiəsi izlədik. Milutinov sol dirsəkdən, onun bu şutları var. Bəli, həm Serbiya milli komandasında, həm də Olympiakosda. Belə şutları artıq daha yuxarı faizlə dəqiqliklə yerinə yetirir. Nikola Milutinov 6-cı xalını qazandı. Olympiakos hesabda irəlidə 25-24. Matthew Strazel, Daniel Tice. Hələ ki üçlükdən istifadə etmir Nick Galates. Ətrafına baxdıq. Galates vaxt azalır. 5 saniyə, 4. Matthew Strazel 3 saniyə qalmış. Lövhənin köməklə fərqlənməyə çalışırdı. Bank shot uğursuz alınır. Thomas Volkap, Evan Fournier eləcə bastı Olympiakos.
Saşa Vezenkov tərs uyğunlaşma var idi və misməçi görən Nikolates foul edir. Bu Monakonun ilk komanda fouludur. Yavaş-yavaş bizdə ikinci periyodun ekvatoruna doğru irəliyirik. Alfa Diallo oyunun ən yaxşılarından olan bu basketbolçu parketə qayıdır. Və Pirelilər bizə təqdim olunur. Panathinaikos Fenerbahçe oyununda Kendrick Nunn'ı gülüş hədəfinə çevirmişdilər onlar və Kendrick Nunn oyunu tamamlaya bilmədi. 5 foul olaraq erkən bençə getdi. Saben Lee dəhlizi əla yaratdı və foulu qazandı. Sərbəst atış xəttində olacaq Saben Lee. Manisa klubunda əla bir başlanğıc etdi. Daha sonra Maccabi Tel Avivə transfer oldu məlum səbəblərdən. Həmin klubun heyətində qalmadı, yenidən Türkiyəyə qayıtdı və Barçokas onu qard rotasiyasına əlavə etdi. Olimpiakosun heyətinə dəvət edərək. Saben Lee birinci sərbəst atış dəqiqə alınır. Hələ ki öz soyuqqanlığını qoruyub saxlayır Vasilis Spanoulis. Oyuncu vaxtlarında da çox soyuqqanlı bir basketbolçu idi və yenə də buyurun Olimpiakos sərbəst atış xəttində daha bir xal buraxdı. Bütün bunlar sonda baş ağrısı ola bilər Pirellilərə. Mike James topu qəbul etdi, tərəddüd etmədi. Mike James 26-27 Chosen Van iş başında. 2'də 2 yayın gerisindən çox istəyir finalı Mike James. Fenerbahçe üçün təhlükəli komandadır hər iki komanda. Evan Fournier bu dəfə onun üçlüyü alınmadı. Saben Lee şansanı Olimpiakos üçün. Saşa Vezenkov süzülmüşdü səbətə doğru bitirə bilmədi. Blossom Game rebound edir müdafiədə Mike James. Əla ötürmə Blossom Game topu bir dəfə yerə vurdu və bitirdi. Mavi yaxalı çalışqan tələbə iş başında. Jerome Blossom Game çox döyüşkən bir basketbolçudur. Mən yaxşı xatırlayıram Ulm klubunda nələr etmirdi ki Avropanın elit klublarına transfer olsun bu basketbolçu. Güclü forvardlardan biri sayılır. Evan Fournier, Nikola Militunov topu onun əlindən vurub çıxardılar. Metus Trazel, əla fırlandı, ötürmə də əladı. Mike James yox, bu Alfa Diallo'dur və ötürmə əla alınır. Daniel Tice. Olimpiakos azarkeşləri time-out istəyir Barsokas'ın yerinə. 26-31. Fərq 5 qaldı. Foul gözlür Spanoulis. Çox sürətli bir basketbol izləyirik. Etihad Arenada Birləşmiş Ərəb Əmirliklərində. Thomas Volkap, Saben Lee, Saşa Vezenkov qaldırdı, üçlüyü atdı və sərbəst atış xəttində olacaq. Saşa Vezenkov şut silindirinə müdaxilə var idi. Baxın topu necə Mike James müdafiədə. Biz uzun zamandır belə bir oyun görmürük Mike James'dən, etiraf etmək lazımdır. Çox istəyir həqiqətən bu basketbolçu finala vəsiqə qazanmağı və Vasilis Spanoulis'in bir maraqlı açıqlamasını sindiqəsinə çatdırmaq istəyirəm. Hörmətli basketbol həvəskarları, media nümayəndələri məhz mətbuat konferansında Vasilis Spanoulis'ə Olimpiakosla bağlı suallar ünvanlamışdılar. 11 mövsüm Olimpiakosda basketbol oynamışsınız. Nələr hiss edirsiniz öz doğma klubunuza qarşı? O isə çox maraqlı bir cavabla bu sualı cavablandırmışdı. Bu bilirsinizmi nəyə bənzəyir? Mən oğlumla stolüstü tenis oynayıram və o mənə əgər məğlub olursa mən ona ağlamamasını məsləhət görürəm və hazırlaşmasını, daha yaxşı mənim qarşıma çıxmasını istəyirəm ondan. Eyni şeyi qardaşımla olduğum vaxtda, yəni sona qədər mən onunla mübarizə aparıram, döyüşürəm. Eynən də bu basketbola da aiddir. Baxmayaraq ki bizim qarşımızda Olimpiakos komandası var, amma mənim tək hədəfim çempionluq qazanmaqdır. 40 dəqiqə boyunca mən axıra qədər, sona qədər, yəni hər saniyəyə qədər biz mübarizə aparmalıyıq. Çünki finala vəsiqə qazanmaq istəyirik və bu kuboku öz muzeyimizə aparmaq istəyirik. Mən inanıram ki basketbolçularım öz güclərini sona qədər parketdə ortaya qoyacaqlar. Elə mənim özümdə. Bax, bütün bu sözlərin müəllifi Kill Billy'dir. Bu ləqəbi ona Avropa basketbolu verib. Hörmətli basketbol həvəskarları. Yəni, stajlı basketbol azarkeşləri yaxşı xatırlayır Vasilis Spanoulis'in Olimpiakoslu günlərdə nələr etdiyini. İstənilən rəqibə qarşı çox böyük bir təhdid idi, çox böyük bir problem idi. Vasilis Spanoulis baxaq görək. Bəlkə də kim bilir, gələcək illərdə Olimpiakosun baş məşqçisi olacaq.
Və yenə qaçan sərbəst atış, buyurun. Sasha Vezenkov da bu oyuncular arasına öz adını yazdırır. %100% Monaco sərbəst atış atır, 50% Olympiakos. Bu Olympiakos üçün mənfi bir göstəricidir. 3-də 2 Sasha Vezenkovdan. Mike James, Matthew Strazel. Handoff oyunu izlədik. Mike James, Matthew Strazel, Alfa Diallo. Rəqibin ayağına hücum etdi, amma top əlindən buraxır Daniel Tays. Sasha Vezenkov. Fast break izləyə biləcəyimi? Əla fırlandı Evan Fournier. Girdi rəngli sahəyə. Evan Fournier tək əli ilə bitirir Evan Fournier. Flotter uğurlu alındı. Evan Mehdi Fournier. Superstar iş başında. Mike James. Hələ ki tək başına driblingi davam etdirir. Mike James. Əla crossoverlər. Mike James. Daniel Tays. Şutu qısa qaldı. Alfa Diallo. O da mavi yaxalı oğlandı. Bu iki basketbolçu bugün parketdə arı kimi işləyir. Obrazlı şəkildə desək. Blossom Game, Alfa Diallo. Seybin Lee, Mustafa Fall yuxarı topu qəbul edib. Olympiakos'un uzunu Eli Okubo. Bəli, Mustafa Fall. Qüvvətli bir dank. Mustafa Fall Williams Ghost'dan aldı. Bu ötürməni, bu pick and roll'du və Mustafa Fall 2014-2015-ci illər mövsümündə Monaco niyyətində 2-ci divizyonda, birinci yox ha, 2-ci divizyonda basketbol oynayıb. Hardan hara. Və Türkiyədə də Sakarya klubunda bu basketbolçunu biz uzun illər əvvəl görmüşdük. Bax, budur basketbol. Hər bir basketbol liqasında basketbolçuların tək amalı, tək istəyi bu səviyyələrə qədər gəlib çıxmaqdır. 32-33 bu dəfə time-out'u cənab Vasilis Banulis götürür. Pick and roll çox yaxşı alındı. Olympiakos'da ümumiyyətlə sistem komandasıdır. Olympiakos və Barsokas bu sistemi ən yaxşı idarə edə bilən məşqçilərdən biridir Avropa basketbolunda. Və Mike James'in kritik üçlükləri, kritik müdafiədə etdiyi həmlə çox istəyir finala, həqiqətən də çox istəyir Mike James. Bir məqamı sizlərlə bölüşməliyəm. Mənim də Avropa basketbolunda ən sevdiyim oyunculardan biridir. Uzun illər öncə mən bu basketbolçunun karyerasını yaxından izləyirəm. Zagreb klubuna gəldiyində heç kim düşünməzdi ki, bir zamanlar Mike James hansı büdcələrlə təşkil olmuş komandalar niyyətində oynayırdı, hansı maaş alırdı, amma indi hansı maaş alır, hansı statusda oynayır. Avropa basketbolunun ən çox xal toplamış oyuncusudur. Ötən ilin MVP'sidir Mike James. Hətta biz CSKA Moskva klubundan da bir sıra rəhbər şəxsləri görürük. Məhz Mike James üçün də onlar sevinirlər. Bir neçə dəqiqə əvvəl üçlük atarkən Mike James, mən arxada CSKA Moskva klubunun rəhbər şəxslərini gördüm. Andrey Vatutin də oyunu izləyənlər arasındadır. Mike James orta məsafə dəqiq alındı. Baxın, yenə də Mike James inisiyativ alır, məsuliyyəti öz üzərinə götürür. 32-35, 13 xal var Mike James'in. Nigel Williams-Goss, tərəddüd yoxdur, basket də yoxdur. Rebound Eli Okobo'da qalır. Fransız guard, Fransa milli komandasının üzvüdür Eli Okobo. Topu posta endirdi Alfa Diallo. Orta məsafə alınmadı, şut qısa qalır. Vezenkov, son toxunuş kimdəndir? Bəli, Vezenkovdan. Monaco'nun keçmiş baş məşqçisi də maraqlı bir açıqlamalarda qalmışdı. Sasha Obradoviçdən söhbət gedir. Kuboku Şarunas Yaskevici'nin qazanmasını istəyirəm və gözləyirəm. Bəlkə də onun postunu almış Vasilis Banulis'e bir işarədir bu. Mike James fadeaway. Uğursuz alındı. Evan Fournier müdafiədə reboundu götürür. Fransız basketbolçu çox uzaqlardan NBA məsafəsindən üçlük alınmadı. Barsokas çox əsəbləşdi bu epizoda. Çox. Sistemdən kənar, top sirkulyasiyası olmadan belə bir üçlük atmaq bu məqamda nə dərəcədə doğrudur? Mike James, pərdə mamcayt edən zəif tərəf ötürmə. Alfa Diallo da eləcə bastı. 8 saniyə qaldı şut saatının sonuna. Alfa Diallo girdi 3 saniyə dəhlizinə. Diallo, Eli Okobo atmaq lazımdı. 3 saniyə, 2, 1, hücum faulu. Hücum faulu. İlya Beloşeviç'in radarına yaxalandı Monakolu basketbolçular.
fragmentin təklarını izləyirik. Bəli, El Okobo Evan Fournier'e qarşı foul edir. Və Mike James Fransa çempionatının son turunda Chalon klubuna qarşı oyunda 3-cü periodun ortasında bençə yollanmışdı. Əməlli başlı davadalaş, qalmaqal qeyd alınmışdı Spanulis ilə Mike James arasında. Bəlkə də bunu uğura çevirə biləcək, uğura döndərə biləcək Monaco basketbolçuları baş məşqçisi Spanulis və onun ən güvəndiyi oyunculardan biri düzdür sayılmasa da herhalde Mike James. Frank Ribery buradadır. Toni Kukoc'u biz görürük. Baxın, yan-bayan əyləşiblər. Fransız futbolunun əfsanəsi Frank Ribery və yanında Toni Kukoc. 3 qat NBA çempionu Toni Kukoc, Michael Jordanlı Chicago Bulls klubuyla 90'larda tarix yazmışdı. Toni Kukoc. Pink Panther ləqəbli Toni Kukoc və Yugoplastika klubu Avropa basketbolu heç vaxt bu oyunçunu unutmayacaq. Yugoplastika ilə 90'larda 80'lerin sonu uğurlu basketbol ortaya koymuştu. Daha sonra Benetton'a transfer olmuştu Toni Kukoc. Burada ise mübahisəli məqam topun kimdən oyun zonasını tərk etdiyini izləyir hakimlər. 1985-1991-ci illər aralığında Yugoplastika ilə 3 dəfə Avropanın ən dəyərli basketbolçusu və çempionu, Avroliqanın qalibi olub. Əfsanəvi Božidar Majković həmin Yugoplastikanın baş məşqçisi idi. Hakimlərin qərarı dəyişdi. Frank Ribery, göstərin bizə Toni Kukoc'u, göstərin. Ribery'dən vacib şəxs odur. ...32-35. 8 saniye qaldı şut saatinin sonuna. Sabin Lee. Sasha Vezenkov fırlandı. Şutu amma alınmadı. 3 xallıq üstünlüyü var Monaco'nun. El Okobo. Ayaqla müdaxilə. 14 saniyeli hücum vaxtı davam edəcək. Monaco basketbolçuları üçün. El Okobo yan xətdən oyunu başlatdı. Blossom Game. El Okobo hücum setini komanda yoldaşlarına göstərdi. Pərdələməyə gələn Mamcaytedi. El Okobo vaxt azalır. Müdaxilə var idi burada. Blossom Game. Orta məsafə alınmadı. İstəmədiyi şuta yönəldilər Monaco basketbolçuları. Evan Fournier. İndi vaxtı tam əridəcək. Evan Fournier. Tələsmək olmaz. Hesabı bərabərləşdirmək olar. Olympiakos üçün bu şans var. Faali pərdəyə çağırdı. Evan Fournier aldı qarşısına birə-birdə Mamcayteni. Driblingi davam etdirir. Evan Fournier baxdı sahada. Evan Fournier girdi rəngli sahəyə. Evan Fournier vücudu araya qoydu, bitirə bilmədi. Və son toxunuşda uğursuz alınır. Barsokat çox əzəbləşir. Çox gərgin bir məşqçidir. Və Final Four'un ikinci yarım final görüşündə ilk hissə yekunlaşır. Olympiakos Monaco oyununda ilk hissədən sonra hesab 32-35'dir və komandalar böyük fasiləyə yollanırlar. 15 dəqiqədən sonra biz yenidən sizinlə birlikdə olacağıq. Bizdən qətiyyən ayrılmayın. Reportajımıza yeni qoşulmuş basketbol həvəskarlarını Final Four'dan salamlayırıq. Abu Dhabi'dən, Etihad Arena'dan. İkinci hissə Olympiakos Monaco oyununda bir qədər sonra start götürəcək. İlk hissədən sonra hesab 32-35 Monaco'nun xeyrinədir. Birinci hissənin ən yadda qalan basketbolçuları Olympiakos tərəfində Evan Fournier'in biz adını çəkməliyik. Əks tərəfdə Alfa Diallo gözəl bir basketbol oyunu ortaya qoydu. Mike James təbii ki hər iki anlamda bu iki basketbolçu müdafiədə həm hücumda öz istədiklərini ortaya qoya bildilər və əsas problem nədir? Olympiakos üçün sərbəst atışlar 11-də 6
sərbəst atış Olympiakos yerinə yetirib. 5-də 5 Monaco. Bax bu məqam məncə oyunun sonlarında müəyyən qədər problemlər yarada bilər. Əgər oyunda hesabda bax belə 3 xallıq, 4 xallıq fərqlər biz görəcəksə, Georgios Barsokas öz peşmanlığını göstərəcək. Bax bu məşqçi və oyunun sonlarını hər zaman o qədər də yaxşı idarə edə bilməyib. Georgios Barsokas. Bu oğlan isə karyerasında artıq sonlara doğru irəliləyir. Onun üçün son şanslardır. Ola bilsin ki, növbəti mövsüm biz Mike James'i Monaco'da görməyək. Çünki reportajın əvvəlində qeyd etdiyim kimi Vasilis Spanulis basketbolda belə bir deyim var. Go to guy. Yəni topu həvalə edə biləcəyin basketbolçu. Bu məncə Mike James deyil. Vasilis Spanulis'də yeni axtarışlar, yeni transferlər, yeni hədəflər ola bilər, amma hər halda Mike James indi hal-hazırki vəziyyətdə Final Four'dadır və o kuboku qazanmaq istəyir. Karyerasında yeganə çatışmayan məqam Avroliqa kubokudur. Nə CSKA Moskvada, nə Baskoniyada. Monaco'da da düzdür, ikinci Final Four'udur, amma istədiyi basketbolu göstərə bilmir. Müntəzəm mövsümdə yaxşı oynasa da finalda çempionluğu əldə edə bilməyib. Heç finala çıxa bilməyib. Və bir daha ekranda bax bura qrafik vasitəsilə bu titrda bizə təqdim olunur. 2023-cü ildə Kaunas Final Four'unda 76-62 hesabı qeydə alınmışdı. Olympiakos qələbə qazanmağı bacarmışdı. 3-cü 10 dəqiqəlik başladı oyunumuzda. Matthew Strazel, Daniel Tice, Mike James, Alfa Diallo, Jerome Blossom game 5'ini biz görürük Monaco'nun heyətində. Olympiakos'un heyətində Nigel Williams-Goss, Mustafa Fall, Kostas Papanikolaou, Sasha Vezenkov, Evan Fournier. Olympiakos'un baş məşqçisi Georgios Barsokas, Monaco'nun baş məşqçisi Vasilis Spanulis'dir. Ən xarizmatik şəxslərdən biri də Avropa basketbolunda. Kostas Papanikolaou üçlüyə alınmadı. Hesabda dəyişiklik yoxdur, 32-35. Bir daha xatırlatma üçün deyim ki, ilk yarım final oyununda Panathinaikos Fenerbahçe'yə məğlub oldu. İstanbul təmsilçisi 82-76 hesabı ilə qələbə qazandı və Şarunas Yatskevičius ikinci dəfə finala çıxmağı bacardı. Alfa Diallo üçlüyə alınmadı. Şansanı Monaco üçün ikinci dalğa Monte Carlo'larda. Mike James ötürmə Matthew Strazel 3 xallıq sağ tərəfdən alınmadı. Oyun davam edir. Matthew Strazel yuxuya getdi. Olympiakos müdafiəsi bu məqamda. Evan Fournier nəhayət indi Olympiakos topu qazandı. Nigel Williams-Goss, Mike James blok. Təmiz oynadı Mike James və Papanikolaou xalı qazanır. Baxın burada tərtəmiz bir blok. Mike James. Ovuza düşən topu Papanikolaou götürdü və bitirdi. Matthew Strazel, Daniel Tice, Alfa Diallo. Papanikolaou var onun qarşısında. Diallo pərdəni Tice'dan aldı. Switch izlədik. Geri doğru ötürmə, pick and pop. Uğurlu alındı. Daniel Tice alman uzun. Üçlük dəqiqdə 34-38 yayın gerisindən daha yaxşı təsir bağışlayan məhz Monaco basketbolçularıdır. 2 foulu var Daniel Tice'ın. Bu müəyyən qədər problem sayılır Monaco üçün. İndi isə Matthew Strazel foul edir. Komanda foulları bərabərləşdi. 3-cü 10 dəqiqəlikdə Barsokas üçün karyerasının və bu mövsümün ən önəmli qarşılaşmasıdır bu. Əgər bugün Olympiakos məğlub olsa Monacoya, o zaman növbəti il Angelopoulos qardaşları, komandanın prezidentləri tamam fərqli bir məşqçiyə gedə bilərlər. Bəlkə bu Spanulis olacaq. Hadisələri qabaqlamayaq. Nigel Williams-Goss, İlya Beloşeviçin fikri səsləndi ki, sərbəst atış yerinə yetirəcək. Williams-Goss Real Madridlə playoff seriyasının X faktoru. Hətta sosial şəbəkələrdə seriya başlamazdan əvvəl mən belə bir status yazmışdım və bu basketbolçunun X faktoru olaraq söyləmişdim, ya demişdim bunu. Doğrudan da təxminim özünü doğrultdu. Bir qədər də Avropa mediasında, basketbol mediasında belə bir fikirlər səsləndi ki, hakimlər də müəyyən qədər Olympiakosa yardım etdilər. Real Madridlə playoff seriyasında. Hər halda Real Madriddə də növbəti mövsümdən biz dəyişiklikləri görəcəyik.
3-1'e sahib olan Olympiakos qələbə qazandı. Kağız üzərində olan budur və biz də buna inanmalıyıq. Blok pozdu bu ötürməni. Nigel Williams-Goss 8 saniyə qalmış. Alfa Diallo yenə də X faktor olduğunu bizə sübut edir. Sasha Vezenkov foul. Daniel Theis pasifinə 3-cü foulunu yazdırır. Bir qədər sakitləşməlidir. Əgər bir texniki foul da alsa 4-cü foulunu yazdıracaq pasifinə. Ən önəmli basketbolçudur bu anda. Monaco heyətində mərkəz mövqeyində bu basketbolçu Alfa Diallo. Necə də çətin bir atışıydı, elə deyilmi? Alfa Diallo ustalıqla bitirdi bu hücumu. Dünya basketbolunda Michael Jordan, mərhum Kobe Bryant. Bax, belə çətin atışlara tez-tez gedirdi Alfa Diallo. Bitirmişdi bax belə. Runner floater. Evan Fournier o da NBA'de oynayıb. Orlando Magic. New York Knicks. Boston Celtics. Bir sıra klubların heyətində biz basketbolçunu görmüşük. Mike James pərdə. Daniel Theis'dan James. Geri doğru ötürmə. Blossom Game 38-40 fərqi 2 xala qədər endirə bilib. Preyiller Blossom Game. Vezenkov'un üzerine gitti. Jaron Blossom Game. Jaron Blossom Game 200'te gələk bir. 42. xalını qazanır. Monte Carlo'lular və sərbəst atış xəttində olacaq Jaron Blossom Game. Döyüşkən bir basketbolçudur. İlk hissədə geniş məlumat vermişdim bu oyuncu haqqında və Blossom Game əziyyətinin bəhrəsini gördü. Olympiakos və Barsokas istədiyi hücum basketbolunu tətbiq edə bilmir. Bu hal-hazırki vəziyyətdə problem deməkdir. Demək olar ki, top sirkulyasiyası yoxdur, ball movement biz görmürük. Fərdi oyun ilk hissədə Evan Fournier bunu edə bilirdi. İndi də baxaq, sistemli hücum lazımdır Olympiakosa. Onlar daha çox belə hücumlardan yararlana bilirlər. Vezenkov, Williams-Goss, Papanikolaou önü boşdur sağ kücdən. Hədəfi nişan ala bilmədi. Foul Vezenkova qarşı və Monaco foulaklarını erkən doldurur. Bu Olympiakosun işinə gələcək. Onlar foul xəttinə getməyi xoşlayan bir klubdular. Monaco klubunun Avroligada ən böyük uğuru 3-cülük olub 2023-cü ildə. Mustafa Fall, Evan Fournier, Diallo addım be addım izləyir onu. Alfa Diallo'nun müdafiədə oyununa fikir verin. Topu aldı Evan Fournier'in əllərindən Alfa Diallo. Bu basketbolçu çox inkişaf edib. Açar basketbolçulardan biridir. Ayaqla müdaxilə Evan Fournier'dən təbii ki. 9-cu top itkisi yazıldı Olympiakos'un pasifinə. 8 top itkisi ilə Monaco oynayır. Matthew Strazel. Mustafa Fall müdafiə edir onu. Blossom Game. 5 saniyə qaldı şut saatının sonuna. Jaron Blossom Game. Evan Fournier'in yaxın müdafiəsi var. Yardım üçün Papanikolaou hazır vəziyyətdəydi amma fadeaway. Geri dönərək şut. Dəqiq alınır. Blossom Game o da bugün X faktor olmaq istəyir. Nigel Williams-Goss 38-45. 7 xallıq fərq var oyunda. Monaco lehine. Williams-Goss, Vezenkov, Williams-Goss 3 xallıq. Nigel Williams-Goss alınmadı. Evan Fournier maraqlıdır ki, reboundda hücum da etmədi. Mike James, əla bir behind the back. Mike James crossoverlər davam edir. Top itirdiğinde azlıqda yaxalayıb Monaco müdafiəsində Olympiakos. Nigel Williams-Goss tərslə yapılınmasa da hücumu təmizləyən Sasha Vezenkov'dur, Bolqarı basketbolçu. MVP. Müntəzəm çempionatın MVP'si Kendrick Nunn oldu. Playoff'ların MVP'si Sasha Vezenkov. Baxaq, Final Four'un MVP'si kim olacaq? Matthew Strazel. Vezenkov'un 7 xalı var. Strazel'dən ideal bir ötürmə. Basketbol dərsliğinə düşəcək bir pas. Papayannis alqışladı bu ötürməni. 40-47 fərq yenidən 7 xala yüksəlir. 3-cü 10 dəqiqəliyin düz ekvatorundayıq. 5 dəqiqə qalıb 3-cü periyodun yekunlaşmasına. Papanikolaou. Vezenkov. Yenə uğursuz bir ötürmə. Nə olub Olympiakos'a? Nələr baş verir? Xaos, böhran var. Olympiakos hücumunda bu basket olacaqsa əgər timeout görəcəyik biz. Daniel Theis və Steps edir Daniel Theis. Steps şans anı Olympiakos üçün timeout hər an baş verə bilər və televiziya fasiləsi qeydə alınır.
40-47 2 foul Olympiakosun pasivində. Monako'nun foulakları dolub. Bonusdadır Olympiakos. Amma əsas hesabda üstünlük Monako'nun tərəfindədir. 8-12 3-cü 10 dəqiqənin hesabı. Barsokas nələrsə dəyişməlidir Olympiakosda. Belə davam etməz. Monako yavaş-yavaş üstünlüyü ələ alır, oyunu diktə etməyə başlayır, düzdür. Bir neçə hücumda biz Mike James'in fərdi bacarıqlarının şahidi olmuşuq. Amma Alpha Diallo və Blossom Game'in adını çəkmək lazımdır. Hər iki komanda artıq 10 dəfə turnover edib. Top itkilərində hesab bərabərdir. Qarşılaşmanın ən məsuldar basketbolçusu Alpha Diallo'dur. 14 xal toplayıb Diallo. Mike James'in 13 xalı var. 5 rebound, 4 asist. Jaron Blossom Game 9 xalla oynayır. Ekstra xal var Blossom Game'lə. Olympiakos'ta Evan Fournier'in 11 xalı var. Vezenkov hardadır. Playoff'ların MVP'si itib batıb. 7 xal, 1 asist Vezenkov'dan. Vezenkov ağırlığını qoymalıdır oyunun qarşıdakı dəqiqələrində. Baxaq timeoutdan necə qaydacaq komandalar. Olympiakos hücumdadır. Williams-Goss. Nigel Williams-Goss lövhənin köməyi ilə bitirə bilmədi. Eli Okobo'dan yaxşı müdafiə. Mike James. Ötürmə. Blossom Game'ə doğru. Mike James sağ tərəfə getməsini istədi komanda yoldaşından. El Okobo sol 45 dərəcədən tərtəmiz bir üçlük. 40-50 cüt rəqəmli ədədlərə yüksəldir fərqi Monako basketbolçuları. Müntəzəm çempionatın çempionu, lideri Olympiakos hələ ki bərbad basketbol oynayır. Evan Fournier. Yenə çətin bir atış. Yenə uğursuz hücum. Monako müdafiədə çox yaxşı basketbol ortaya qoyur. Hələ xüsusda qardlar rəqibin hücumlarını poza bilirlər. Yuxarıda gəldi yenə pərdə. İkinci aksiyonda James topu qəbul etdi. Mike James bitirə bilmədi. Basketbol! Alpha Diallo! Bu qədər Yunan azarkeş Yunanistandan Abu Dhabi'yə təşrif buyurub. 5000'ə yaxın Olympiakos azarkeşi var Abu Dhabi'də İtihad Arena'da, amma azarkeşləri bəlkə də çox az olan Monako klubu çox yaxşı basketbol oynayır. Döyüşür parketdə, ürəkləri ilə oynayır onlar. Alpha Diallo başda olmaqla artıq fərq get-gedə artır. Həyecanlı dəqiqələr, böhran, xaos davam edir Olympiakos'ta. Milutinov oyuna daxil olacaq. Sərbəst atışı 3 xallıq oyunu tamamlaya bilmədi. Nələrsə dəyişmək lazımdır. Müntəzəm çempionatdakı Olympiakos'la indiki Olympiakos arasında yerlə göy qədər, hətta qütbləşdirici fərq var. Evan Fournier. Foul. Alpha Diallo inanır ki topu tərtəmiz almışdı Evan Fournier'in əlindən. Amma İlya Beloşeviç belə düşünmür. Mən demişdim, həmin o qalmaqaldan, davadan sonra müsbət enerji ala bilib Monako klubu. Mike James ilə Vasili Spalnuts arasındakı davadan bəhs edirəm. Şalon klubu ilə Fransa çempionatının son turunda 3-cü periodun ortalarında əməlli başlı bir qalmaqal yaşanmışdı və Avropa basketbol mediasında bu görüntüləri biz izləmişdik. Emilio Perez ortalığı sakitləşdirməyə çalışır. Belə məqamlarda Alpha Diallo hadisələri negativə çəkən bir basketbolçu deyil, amma burada nədənsə ısrarla topu Evan Fournier'e vermək istəmirdi. Yenidən müdaxilə etmişdi Emilio Perez'in tutduğu bu topa. ...41-52 qarşıda kifayət qədər vaxt var. Hadisələri qabaqlayıb hələ ki heç nə
söyləmək olmaz, amma bu şəxsə baxın, necə soyuqqanlıdır. Elə deyilmi, hörmətli basketbol həvəskarları? Vasilis Spanoulis, Kill Bill. Çox soyuqqanlıdır və çox xarizmatik bir şəxsdir Vasilis Spanoulis. Amma Barsokas titriyir, həyacanlıdır. Hiss etmək olur bunu. Eli Okobo, Blossom Game, Mike James. Milutinovu tərs ayaqda yaxaladı, oturmaz zəif tərəf Alfa Diallo, əla top çevirdi, əla ball movement. Jaron Blossom Game! Titrəmə dəlləri Blossom Game'in 42-55. Yağış kimi yağır üçlüklər bu dəqiqə. İsti Abu Dhabi'də. Nikola Milutinov 7 saniye qaldı və foul edən Manjayte'dir. Fransız uzun sərbəst atış xəttinə göndərəcək Milutinovu. Hal-hazırki vəziyyətdə ən yaxşı çarə hücumda səbətə aqressiv perimetr hücumları etməkdir. Sərbəst atış xəttinə getməkdir. Bunu təbii ki yaxşı bilir Barsokas. Oyuncular da yaxşı başa düşürlər, amma reallaşdırmaqda bir qədər çətinlik çəkirlər. Blossom Game isə bugün ekstra xallar atır. Ekstra xallar. Birinci sərbəst atışı dəqiqə alındı. Milutinovun 12 xal, Jaron Blossom Game 4 rebound. Monaco niyyətində 3 basketbolçu cüt rəqəmli ədədlərdədir. Xal statistikasında Diallo 16 xal, Mike James 13 xal, Jaron Blossom Game 12 xal. Olympiakos'ta düşünün, cəmi bir basketbolçu cüt rəqəmli ədədlərdədir. Evan Fournier 13 xalla oynayır, Eli Okobo poza bildilər onun şutunu. Vezenkov MVP kimi oynamalıdır artıq. Evan Fournier 200'də gələk bir. Bu and one'dır. Olympiakos azarkeşlərinin səsinə fikir verin, gəlin dinləyək. Baxın. On 15-ci xalını qazanır Evan Fournier, Fransız süperstar. 16-cı xalını qazanmağa yaxındır. Denver Nuggets, Orlando Magic, Boston Celtics, New York Knicks, Detroit Pistons və NBA'dən, Okeano Time'dan Olympiakos'a gəldi 2024-cü ildə. Evan Fournier ulduz kimi oynamalıdır, başqa çarəsi yoxdur Olympiakos'un. Eli Okobo, Mike James fake'i göstərdi. Blossom Game yaxın məsafədən şutu pozan Milutinov'dur. Olympiakos geri dönüşə biləcəkmi? Vezenkov, Williams Goss fərqi 5 xala qədər endirmək olar. Vezenkov 4 blok, Olympiakos'da 1 blok Monaco'da. Milutinov yaxın məsafədən ikiliyə alınmadı. Onun şut repertuarında bu atışlar var, amma bu dəfə qeyri dəqiq. Mike, Blossom Game, Manjayte sol tərəfdə topu qəbul etmişdi. Vezenkov tərs uyğunlaşmada qaydanı pozur, foul edir. Və Jordan Lloyd yenidən oyuna qayıdır. Monaco niyyətində, Monaco'nda kifayət qədər geniş rotasiyası var və biz uzaq planda kimi görürük, bu Mişko Raznatoviç'dir. Nikola Jokic'in hal-hazırda dünyanın ən güclü basketbolçusu sayılan Serk Uzun'un meneceri və Mega Basket klubunun sahibi Mişko Raznatoviç oyunu izləyənlər arasındadır. Beo Basket meneceri şirkətinin sahibi. Eli Okobo, Jordan Lloyd, Blossom Game, Eli Okobo top çevirir Monaco. Jaron Blossom Game tərəddüd yoxdur, basket də yoxdur. Evan Fournier reboundu götürür. İndi səvətə hücum etmək lazımdır. Monaco'nun folakları da olub. Pərdə Vezenkov'dan Evan Fournier, Blossom Game öndə qarşıladı Evan Fournier'i. Evan Fournier içəri daxil oldu. Evan Fournier, bax süper ulduzlar bu anlar üçün inşa edilir. 49-55, Evan Fournier azarkeşləri ayağa qaldırır Etihad Arena'da. Fenerbahçe Olympiakos finalı ola bilər. Fenerbahçe Monaco finalını izləyə bilərik. Reportajın əvvəlində dediyim kimi hər iki rəqib Fenerbahçe üçün çox təhlükəlidir, amma bu mövsüm bir basketbol həvəskarı, bir şərhçi olaraq mən
kostyumlu Şarunas Yaskevicius'un Avroligada kubok kazanacağına inanıram. Oyuncu kimi Yaskevicius bunu bacarıb 4 dəfə, nə az nə çox 4 dəfə bunu bacaran nadir basketbolçulardan biri olub zamanında cənab Şarunas. 2003-cü ildə Barselonada və bir məlumatda qeydim ki, Avroliqa tarixində yeganə şəxs Svetslav Peşicdir ki, hal-hazırda Serbiya milli komandasının baş məşqçisidir, həm oyuncu kimi, həm məşqçi kimi Avroliqanı qazanıb. Şarunas və Spanulis hal-hazırki vəziyyətdə bunu bacara bilən ikinci şəxs ola bilərlər. Bax, bu şəxs və bir də ki, Şarunas Yaskevicius. 2003-cü ildə Barselonada Şarunas kuboku qazanıb, Avroliqanın çempionu olub, Dejan Bodiroga ilə bərabər. Daha sonra 2 dəfə ardıcıl 2004-2005 Maccabi Tel Avivlə və daha sonra 2009-cu ildə də məhz Panathinaikosla. Görək, məşqçi kimi bunu qazana biləcəkmi? Oyun qaldığı yerdən davam edir. Jordan Lloyd, Volkat müdafiə edir onu. Sərt müdafiə Olympiakos'tan, topu itirdi Monaco. Bax, budur pres müdafiəsi. Frank Ribery. O da təəccüblə qarşılayır bu məqamı və Etihad Arenada əsas monitora baxır. 49-55, belə yerləri daha yaxşı oynayan, təcrübəli olan Olympiakos'da, amma Spanulis çox soyuqqanlıdır. Bax, bundan ehtiyat etməlidir Olympiakos basketbolçuları və Barsokas. Evan Fournier, yenə agresiv hücum, çəmbərə doğru Evan Fournier'in qabağını almaq olmur. Maşın kimi işləyir, maşın kimi. Fransız basketbolçu öz həmvətənlərinə qənim kəsdi bu dəqiqələrdə, bu saniyələrdə. 51-55, fərqi 2 hücum epizoduna indirdi Olympiakos. Eli Okobo, oynamaq lazımdır, hər şey qaydalar çərçivəsindədir. Yerdə foul, amma Olympiakos'un da foul haqları dolmuşdu. Foul xəttinə gedəcək. Sərbəst atış xəttinə biz görəcəyik. Mancaiteni Vildoza ilə oyuna yenicə daxil olmuşdu. Argentinalı qard. Və burada foul edir. Uğultuya fikir verin. Biletlərin 70%'ını Yunan basketbol sevələr alıblar. Printezis və onun arxasında mən Mr. Bolton'u görürəm. Mike James'in əsas meneceri, bəli. Hətta bu şəxslər belə bir maraqlı açıqlamanı da istədiyim Instagram sosial şəbəkə üzərindən söhbət etmişəm. Önemli şəxslərdən biridir Avropa basketbolunda. 51-57, son 7 saniyə Evan Fournier driblingi davam etdirir. Evan Fournier step back üçlük alınmadı. Airball, hətta top çəmbərə belə dəymədi. Və 3-cü 10 dəqiqəliyi yekunlaşır böhranı. O qanayan yaranı bir qədər olsun dayandıra bildi. Olympiakos basketbolçuları 3-cü periyodun sonlarına doğru 51-57 2 hücum epizodu hesablanır ki, fərq buna bərabərdir. Müsbət 6 Knyazlıq klubunun xeyrinə və qarşıda bizi sonuncu həll edici 10 dəqiqəlik gözləyir və elə bu anda mən Giorgos Barsokas'ın Final Four mətbuat konferansında verdiyi bir açıqlamanı sizə təqdim etmək istəyirəm. Uzun və geniş bir açıqlama vermişdi Giorgos Barsokas və demişdi ki, Barsokas bizim üzərimizdə həqiqətən də təzyiq var. Bu il 4-cü ildə, amma bundan əvvəlki 3 ildə biz uğursuzluqla üzləşmişdik. Baxmayaraq ki, biz müntəzəm çempionatı ilk sırada bitirdik, amma bu heç nə demək deyil. Ən yaxşı komanda olmağımıza rəğmən Final Four'da da eyni oyunu ortaya qoymalıyıq. Panathinaikos keçən il kuboku qazandı və bu dəqiqə Olympiakos'un əsas hədəfi kuboku qazanmaqdır. Və mən bu təzyiqi yaxşı başa düşürəm. Bilirəm ki, həm basketbol mediasında Avropada, həm də ki
klub səviyyəsində bizə kifayət qədər təzyiq var. Evan Fournier də məhz bu oyuncu bunun üçün komanda niyyətinə gəldi. Amma biz tarazlığı yaxalamaq istəyirik. Dağılmaq olmaz. Sona qədər oynamaq lazımdır. Doğrudan da geniş bir açıqlama vermişdi ki və Tanrıya dua edəcəm ki zədə olmasın bizim heyətimizdə, elə digər komandalarda da zədəsiz basketbol ortaya qoya bilək. Panathinaikos haqqında ümumiyyətlə danışmayacağım. Əsas hədəfim Olympiakosla çempionluğu qazanmaqdır. Yunan basketbolunu biz hal-hazırda inkişaf etdirmirik bu Final Four'da. Klub səviyyəsində biz basketbolumuzu oynamağa çalışırıq. Elə bu anda bu şəxslər adını çəkim. Sağ tərəfdə Aleksey Fedoroviç, Monakonun sahibi və GM Aleksey Yefimov oyunu izləyənlər arasındadılar. Təbii ki, Rusiyalı iş adamı və Ukraynalı menecer. Bax, belə açıqlamalar da qalmışdı. Belə bu açıqlamalar nə qədər özünü doğruldacaq. Və fikrini bu cümlələ bitirmişdi ki, Real Madrid, Barcelona bizim rəqibimiz deyil. Panathinaikos klubu qədər, amma bu məqamdan da mən heç də məmnun deyil. Əsas çempionluqdur. Bəli. Evan Fournier, Volkap, Milutinov, Sasha Vezenkov və Vildoza beşliyi var. Olympiakos niyyətində Mamjayte ötürmə və 2-3-də gələk bir Volkap yenə səhvə yol verir. Müdafiədə 51-59 və 60-cı xalını qazana bilər Monaco basketbolçuları. Nikolates zərgər dəqliyi ilə ötürülmüş bir pas. İğnə dəliyindən keçirdi bu ötürməni. Riskli ötürmə saymaq olardı, amma Nikolates bunu çox yaxşı bacarır. Ötürmədən söhbət düşmüşkən Final Four'un media günündə Dimitris Diamantidis, Panathinaikos əfsanəsində də belə bir sual verilmişdi. Hətta Olympiakos əfsanəsi Theo Papalukasa da eyni sualı ünvanlamışdı media nümayəndələri. Sizə görə Avropa basketbolunda ən yaxşı pas edən basketbolçu kimdir? Belə maraqlı bir sual vermişdilər. Dimitris Diamantidisə, hətta onu bir seçimlə üzbəüz qoymuşdular. Milutinov, bu haqda məlumat verəcəm fasilə yaranan kimi. Seybon Lee, 5 saniyə qalıb atmaq lazım. Luka Vildoza teki yaxşı göstərdi. Seybon Lee, ötürmə Vildoza, 3 xallıq. Alınmadı, airball və 24 saniyəli hücum vaxtı bitdi. Terry Tarpi yumruğunu sıxır. Spanulis'in ən sevdiyi oyunculardan biridir. Terry Tarpi. Nikolates. 7 xalda ilişib qalıb Sasha Vezenkov. El Okobo, Nikolates. Xal sayılacaq, 51-62. Luka Vildoza fərq getdi artır. Seybon Lee inisiyativ almaq lazımdır. Bunu kim edəcək Olympiakos niyyətində? Seybon Lee 5 saniyə qalıb və foul. Yuxarıda bir foul və basket foul hətta. Bəli, xal qeydə alınacaq. Spanulis etiraz edir. Amma bu etirazlar yersizdir. Bəli, bir qədər əvvəlki fikrimi tamamlayım. Hakimlər fragmentin təkrarına baxacaqlar, təkrarı izləyəcəklər. Dimitris Diamantidis və Theo Papalukasa belə bir sual verilir ki, Avroliqanın ən yaxşı pas verən basketbolçusu kimdir? Kalates yoxsa Miloš Teodosic? Diamantidis isə belə bir cavab verir. Dürüst olmalıyam. Teodosic ilə heç də yaxşı bir əlaqəm yoxdur. İndi deyəcəm mən nəyə görə yaxşı əlaqəsi yoxdur qarşıdakı saniyələrdə Teodosic ilə Diamantidisin. Amma deməliyəm ki, Teodosic nömrə 1'dir. Theo Papalukasa da eyni sualı verirlər və o da
gözü bağlı şəkildə Teodosic deyərdim. O bir şeytandır. Bax belə. Bəzən olur ki, YouTube açıram və onun ötürmələrini izləyirəm. Teodosic bir dahidir Avropa basketbolunda ötürmə anlamında və Diamantidislə nəyə görə Teodosic arası yoxdur? Olympiakosda oynadığı zaman 2010-cu ildə Yunanistan çempionatında Dimitris Diamantidis nə qədər kobud səslənsə də bunu deməliyəm, Teodosicə tükürmüşdü. Ondan sonra basketbolçular arasında qalmaqal davadalar, söz-söhbət yaranmışdı və ona görə də Teodosic ilə Diamantidis arası yoxdur günü bu gündə. Qayıdaq qarşılaşmaya Seybinli, basket qeydə alınmadı. 51-62. Son toxunuş Monaco basketbolçularından Dilə Nikolates. Bir qədər əvvəl haqqında danışdığım basketbolçu topu oyun zonasından vurub çıxarmışdı. 4.6 saniyə vaxtı qalıb Olympiakosun. İnisiativ almaq lazımdır. Biz MVP'ni görə bilmirik. Sasha Vezenkov 19 xal ortalaması tamamlamışdı mövsümü. Volkap şut ata bilmir Volkap'da ama oyundadır və Olympiakos növbəti foulu aldırır rəqibə. 3-cü foulunu yazdırdı pasivinə Monaco. Thomas Volkap 10 saniyə hücumun yekunlaşmasına Seybinli topu onun əlindən vurub çıxardılar. Yaxşı müdafiə Monaco'dan. Manjayte bitirə bilmədi amma foulu alır ki sərbəst atış yerinə yetirəcək. Rudy Fernandes böyük provokator. Rudy Fernandes Avropa basketbolunun canı qurtardı bu basketbolçudan. Belə bir bənzətmə də aparaq. Bezdirmişdi hamını. Rudy Fernandes Real Madrid'in düzdür zarafat bir yana əfsanəvi basketbolçularından biridir. Avropa basketbolu heç vaxt unutmayacaq bu basketbolçunu. Real Madrid əfsanəsi Rudy Fernandes. Və qarşıdakı illərdə biz onun ən yaxın dostu, ən yaxın komanda yoldaşı Sergio Yul'un da basketboldan gedəcəyini görəcəyik. Real Madrid'in ofisində bu basketbolçulara hər zaman iş var. 24 oyundu. Sasha Vezenkov bir dəqiq üçlük ən azından rəqib səbətindən keçirir. Amma bugün Vezenkov heç də günündə deyil. Topsuz oyunlar ümumiyyətlə alınmır. Olympiakos da bunu yaxşı işləyib müdafiədə. Spanulis. Mike James'i oyuna daxil etdi, əvəzlədi Manjayteni. Çünki Mike James daha yaxşı sərbəst atıcıdır. Bu da basketbolun yazılmamış qanunlarından biridir. Hiləgər bir oyuncu, hiləgər bir məşqçi və soyuqqanlı. İndi də Daniel Tice oyuna daxil etdi. Bax belə, budur basketbol. 51-64. 13 xallıq fərq, müsbət 13 Monaco'nun əleyhinə. Milutinov, Evan Fournier, William Skos, Milutinov foul, 4-cü foulunu yazdırır pasivinə Monaco. Foul haqları doldu, onların Olympiakos bonusdadır. Yəni Ford'dan çox xal topladığı oyunda 17 xal toplayıb Mike James. Bugün 15 xalı var, öz rekordunu yeniləyə bilər. Sasha Vezenkov əla ötürmə. Baxın. William Skos burada şans köməyinə çatdı Olympiakos'un. Özü bitirə bilmədi. Necə qorxur Thomas Volkap. Topu səbətə göndərə bilərdi. Heç kim yox idi onun yanında. Ona mani olan yox idi amma ötürməni etdi. Amma sanki risk etmək istəmir Olympiakos'un niyyətində. El Okobo, Nikolates, əla ötürmə, Milutinov. Tyson qarşısını bağladı. Yardım müdaxiləsi gəldi Vezenkov'dan. Geriyə doğru ötürmə. Zona qaydası işə düşəcək və top Olympiakos'a keçir. 7 dəqiqə vaxt var, kifayət qədər böyük zaman kəsimidir bu. 7 dəqiqə 10 xallıq fərqi əritmək olar və yenə də Monaco'nun foul haqları erkən dolub. 14 saniyəli hücum vaxtı işləyəcək Olympiakos üçün. Evan Fournier bu məqamlar üçün, bu anlar üçün transfer olunub. Özünü indi göstərməsə nə vaxt göstərəcək? Fournier, orta məsafə, Evan Fournier, ona kömək edən tapılacaqmı? Evan Fournier tək başına
nələrsə dəyişməyə çalışır Vezenkov. Çıxmalıdır səhnəyə. El Okobo. William Skos, yaxın müdafiəsi var onun. Daniel Tice. Steps edir Daniel Tice. Steps edir. Təcrübəli uzun, dünya çempionu. Daniel Tice və Manjite yenidən oyuna daxil olacaq. Bugün ondan razı deyil. Artıq ikinci dəfədir ki, topla gəzir Daniel Tice. Turnover edir. Manjite. Oyuna daxil olur. Daniel Tice'ın əvəzinə özü də özündən narazıdır. İndi hesab arasındakı fərqi bir qədər də azaltmaq olar. 5 xala indirə bilər fərqi. Evan Fournier çox yaxşı dribling nümayiş etdirdi, amma türmə yanlış alınır. Yenə səhvə yol verir Olympiakos. 13-cü top itkisini yazdırdı pasivinə. Pirelilər. Blossom game. Mike James. Switch izlədik. Dəyişmə müdafiəsi. Vezenkov var onun önündə. Mike. Adımladı içəriyə doğru. Alfa Diallo, X-Factor iş başında olmuşdu oyunun əvvəllərində, amma burada uğursuz oynadı. Evan Fournier, transition üçlüyü. Evan Fournier alınmadı. Manjite'də qalır top. Uzun reboundu götürən Manjite idi. Üzərindən pası nə var atacaq Vezenkov? El Okobo. Evan Fournier'in 2 dəqiq üçlüyü var. Çox yuxarıdan buraxdı El Okobo. Bu saat hal-hazırda 23-35'ti. Banklar işləmir, amma bu bank shot dəqiq alındı. Gördün Abu Dhabi'də Etihad Arena'da. Banklar işlədi. Və növbəti foul. Pulsuz xallar. Belə deyək. Bonusdaydı Olympiakos. Sərbəst atışları yerinə yetirəcək. Yunanlar Evan Fournier. Birinci sərbəst atışı dəqiq alındı. Bundan sonraki dəqiqələrdə Olympiakosun səhv etməyə ixtiyarı yoxdur. Həm sərbəst atış xəttindən, həm də ki istənilən hücumda 6-da 5. Sərbəst atış xəttindən bax belə oynayır bu statistikayla. 2-də 2. Jonas Valančiūnas buradadır. Litva milli komandasının mərkəz basketbolçusu. Sacramento Kings'in üzvü. Fiyaskolar. Olympiakos belə rahat təslim olsa, müntəzəm mövsümün bütün əziyyəti bir göz qırpımında əldən gedəcək. Blossom game. Monaco isə sürprizi yaratmaq istəyir. Diallo 4 saniyə, 3 saniyə. Alfa Diallo rəqsi davam etdirir. Alfa Diallo ikiliyə alınmadı. Manjite iki nəhəngin uyğunlaşmasında qalib gələn faul oldu. İndi tərs uyğunlaşma var burada. Yardım müdafiəsinə gəlmişdi Evan Fournier. Daha öncə faul edən Nigel Williams-Goss'du. Və o match-upda tərs uyğunlaşmanı tapa bilmişdi. Monaco basketbolçuları dərhal Manjite keçdi Williams-Goss'un qarşısına. Boy üstünlüyü, boy fərqi var idi. Olympiakos'un faul haqları dolmayıb və 5 dəqiqə vaxt qalıb. Finala kim vəsqə qazanacaq? Fenerbahçe'nin rəqibi kim olacaq? Mike James səbətin altına topu oyuna daxil etdi və Alfa Diallo. Burada da onun fizik üstünlüyü var. Evan Fournier'e qarşı 58-68. 10 xallıq fərq, 5 dəqiqə vaxt. Thomas Volkov 3 xallıq yoxlayır. Volkov qısa qaldı onun şutu. Bu anlarda Volkov məncə üçlük atmamalıdır. Amma nədənsə bax belə pis hücumlara yönləndirir. Oturma Mike James. Mükəmməl pas. Wow! Showtime Monaco. Göstərin təkrarı bizə. Cənab rejissorlar. Mike James ötürmənin gözlərinə fikir verin. Bax bu Miloš Teodosic ötürməsidir. Mike James. Fantastika. Ulduzlar belə oynayır. Ulduzlar belə oynayır. Mike James finalı çox istəyir. Avropanın Şuzenvanı Mike James və Avropanın ən çox xal atmış basketbolçusu.
58-70. Bu time-out ayrıla biləcəkmi Olympiakosu? 12 xallıq fərq var. Geri dönüş etmək çox çətin görünsə də mümkünsüz deyil. Sona qədər oynamaq lazımdır. 20 asist edib Monaco. Fərqi hətta 2-dən də yuxarı qatlayıb. Əslində biz Olympiakosdan bu asistləri görürük. Demək olar ki, onlar asistlərə daha yaxşı basketbol oynayırlar. Asist üzərindən daha çox xal qazanırlar. Amma Spanulis mental problemi məncə həll etdi. Həm Mike James'dən Monaco klubunda. Təbii ki, Monaco'nun bundan əvvəlki məşqçiləri oyunçuluq zamanlarında o qədər də kəskin bir basketbolçu olmayıblar Spanulis kimi və Spanulis diktə etdi özünü Monaco'ya gələr gəlməz. Hələ xüsus da Mike James'ə. Yəni kimə nəsə desəm də mən o şəxs deyiləm. Mən Vasili Spanulisəm. Avropa basketbolunda 3 kuboku var Spanulis'in və oyun zəkasını dəyişdirdi o Mike James'in. Baxaq time-out sonrası çox kritik bir hücum. Vaxt azalır Olympiakos üçün. Bu hücumdan xalla qayıtmaq lazımdır. Evan Fournier driblingi davam etdirdi. Evan Fournier üçlüyü qısa qalır. Reboundu kim götürəcək? Mike James. Hal-hazırda artıq hər şey Monaco'nun lehinə işləyir. Növbəti foul. Beləcə Olympiakos'un foul haqları doldu. Yenə Barsokas uğursuzluqla mı qarşı-qarşıya qalacaq? 4-cü ardıcıl Final Four. Yunan məşqçi Lokomotiv Kuban klubunu da 2016-cı ildə Final Four'a çıxarmışdı. Bu mütəxəssis Rusiyanın, Moskvanın Ximki klubunda da çalışmışdı. Barcelona'da onun işini görmüşük. Okobo'ya blok. Mustafa Fal'dan top batmadı Mustafa Fal'a. Müdafiədən qazanılmış xalları biz görə bilmirik Olympiakos'ta. Onların bəsləndiyi əsas nöqtələr müdafiədən qazanılmış xallardır. Topu lövhənin kənarına vurdu. Elə Okobo, Vezenkov, əla ötürmə. Bu backdoor ötürməsində bax belə oxudu. Monaco basketbolçuları əla işləyib, əla analiz edib rəqibi. Bundan əmin ola bilərsiniz. Bax, bu ötürmələri Olympiakos müntəzəm çempionatda hər bir komandaya qarşı tətbiq edirdi. Backdoor kartlara backdoor ötürmələri. Vezenkov 3 xallıq. Sasha Vezenkov. Yox, bu Vezenkov deyil. Bu başqa bir basketbolçudur. Cəmi 7 xal. Özü də Final Four'da. Bir şəkildə üzərindən pas ata bilmir Sasha Vezenkov. Diallo. Manjayte. Ötürmə zəif tərəfə. Mike 3 xallıq atış. Mike James alınmadı. Şansları əldən verirlər ki, Monaco oyunu bağlaya bilər onlar, amma bu şansları geri çevirirlər. William Skos, üçlük lazımdır Olympiakos'a, üçlük. Volkap, ona məsafə tanıyırlar. Diallo gördünüz mü necə itələdi? Volkap'ın beyninə girib Diallo. Volkap 3 xallıq. Alınmadı. Volkap növbəti rebound. William Skos, şansan Olympiakos üçün. Bu da alınmadı. 3-cü rebound. Fournier 3 xallıq. Evan Fournier nəhayət ki 9 xala endirir fərqi. 61-70. Monaco'da ələ gələn fürsətləri geriyə çevirdi. Bu da onlar üçün problem ola bilər. Hücumda böhran yaşayır Monaco basketbolçuları. Evan Fournier 3-cü dəqiqə üçünü rəqib səbətindən keçirir. 9 xallıq fərq, 3 hücum epizodu, sonra 2 dəqiqə 40 saniyə vaxt qalır. 16% üçlük atır Olympiakos. Özlərinə qətiyyən bənzəmir Yunan basketbolçular. Diallo. Bu da basketbol. Bu da küstə gələk bir. Bax budur Joker. Və əli ilə sevinci qeyd edir Fedorichev, düzəldirəm. Aleksey Fedorichev. Monaco'nun sahibi. Fedcom şirkətinin rəhbərlərindən biri. Necə sevinir, necə sevinir. Çox böyük pullar xərclədi Monaco bu mövsüm. Kim deyərdi? Yunan klublarından birini
biz finalda görməyə bilərik. En az birini. Biri dəqiqləşib artıq olmayacaq. Panathinaikos. Olympiakos da uğursuzluqla üzləşəcək. Baxaq. 61-72 11 xallıq fərq. Evan Fournier dribling üzəri üçlük. Evan Fournier təslim olunur. Tək başına daşıyır bir lokomotiv kimi. Öz komandasını 64-72 8 xallıq fərq. Alfa Diallo top aparan basketbolçudur. Tələ tətbiq etmək lazımdır. Trep etmək lazımdır mütləq. Olympiakos müdafiədə belə oynamalıdır. 10 saniyə. El Okobo topu posta indirdi. William Skos topu onun əlindən vurub çıxardı. Manjate topu düzgün endirə bilmədilər və sərbəst atış xəttində olacaq. Evan Fournier. Fərqi bir qədər də azaltmaq olar. Crunch time-a daxil olduq. Son 2 dəqiqə. Olympiakos Monaco oyununda. Avroliqada son çempion Panathinaikos'tu və onlar Final Four'un yarım finalında mübarizəni dayandırdılar. Fenerbahçe 82-76 hesabı olaraq qalib gəldi. İkinci Yunan klubu real təhlükə ilə üzbəüzdü. Evan Fournier. Olmaz belə, olmaz. Sərbəst atış qaçdı. 30 xalı var bugün Evan Fournier'in. Karyerasında rekord göstərici 28 xala bərabərdir. Öz rekordunu təzəliyib Evan Fournier dərindən nəfəs aldı. Öz ritualını reallaşdırdı. 2-də 1-lə ayrıldı. İndi artıq heç bir səhv etməməlidir Olympiakos. Monaco isə oyunu bağlaya bilər. Mike James bu yerləri çox oynayıb. Təcrübəli basketbolçudur. Baxaq. James. El Okobo. Driblingi davam ettirir. El Okobo girdi 3 saniye dəhlizinə. El Okobo bitirə bilmədi. Bezenkov müdafiədə reboundudur. Sürətlə çıxmaq lazımdır. Evan Fournier. İkili sıkıştırma. Tələ uğurlu alındı. Tələyə saldılar. Alfa Diallo'dan kıpırdı. Bu noktada necə səhv etmək olar? Barsokas'a baxın. Barsokas'a baxın. Bədən dili nərisə bizə deyir. Onsuz da her zaman izleyicilerinde bir tereddüt var Barsokas'ın. Bak burada Spanulis'in müdafiə sxemi, kurduğu, tətbiq ettiği müdafiə, ikili sıkıştırma, blitz əla alındı. Tez-tez Amerika futbolunda bu müdafiə taktikasından istifadə edirlər. Blitz sözünü də məhz buna görə işlətdim. Yüksək postun bir neçə addımlığında tələyə saldılar Evan Fournier'ni. Fiyasko Barsokas üçün olacaq. Və artıq Olympiakos'un prezidentləri Angelopoulos qardaşları fərqli bir məşqçiyə gedə bilərlər. Onsuz da bu mövsümün əvvəlində Evan Fournier komandaya transfer olunarkən çempionluq idi yalnız məqsəd. Hədəf çempionluq qoyulmuşdu. Heç bir nəticə Olympiakos'u qane etməyəcəkdi. Və elə bir deyim var. Sən saydığını say. Gör fələklə sayır və Olympiakos, Panathinaikos çox şey gözləyirdi. Həm onlar mazarkeşlər, həm klublar. Fenerbahçe finaldadır. İndi Monaco Fenerbahçe'nin rəqibi olmağa yaxındır. Peters. Blok. Jerome Blossom game. Mavi yaxalı çalışkan tələbələr. Jerome Blossom game və Alfa Diallo bugünkü görüşün açar basketbolçuları. Bir də ki təbii ki bax bu oğlan Mike James. Mike James. İnanlı addımlarla finala irəliləyir Olympiakos. 11 xallıq fərqi bir dəqiqə ərzində etmək mümkünsüzdür. Mən belə düşünürəm. Bu hücumla. Alec Peters, küstə gələk bir. Möcüzə olmalıdır ancaq. Yalnız möcüzə xilas edəcək Pireyilləri. Yenə də belə deyək. Tilsim davam edir. Müntəzəm çempionatı ilk pillədə bitirən klublar indiyə qədər
çempion ola bilməyiblər və Olympiakos da eyni ssenari ilə irəliləyir. Onlar müntəzəm çempionatı ilk sırada tamamlamışdılar. 68-76. Alpha Diallo, Mike James. Basketbolçu karyerasında ilk dəfə final oynayacaq Mike James. Və bütün sualları öz üzərindən götürə bilər. Bütün təzyiqləri bir kənara ata bilər. Bütün tənqidləri geri çevirə bilər. Onun üçün bu ideal şans yaranıb. Mike James. Komandanın kapitanı. Hətta Avroliqa rəhbərliyinə əsəbləşmişdi ki, məni first team, ilk beşliyə seçmədilər. Çünki bilirsinizmi niyə? Mənim adım Mike James'dir, ona görə ikinci beşlikdə mən oldum. Bax, belə hər zaman böyük müəmmadır basketbolçunun fikirləri. Evan Fournier, müdafiəyə fikir verin, yerə yıxıldı Evan Fournier. Vezenkov görə bilmədik bu basketbolçunu. Uzaq məsafədən üçlük. Yox, belə basketbolla uğur qazanmaq olmaz. Monaco bugün birbaş rəqibini üstələdi. Onların haqlarını vermək lazımdır. Və finala gedir. Finalın adı məlumdur. Abu Dhabi'də, Etihad Arena'da. Fenerbahçe bir tərəfdə, Monaco bir tərəfdə. Barsokas və Olympiakos yenə uğursuzluqla üzləşir. Mən reportajın əvvəldə demişdim. Bax bu oğlan, Vasilis Spanoulis, Kill Bill bugün öz soyuqqanlığını qoruyub saxlaya bildi. Necə oyuncu zamanında soyuqqanlı şəkildə o şutları atırdısa, bugün öz keçmiş komandasına qarşı da eyni soyuqqanlığı nümayiş etdirdi. Andrey Vatutin görüşür. CSKA Moskvanın prezidenti, Olympiakos'un rəqibi Monaco'nun sahibi Aleksey Fedorichev də bir sözlə Monaco klubu knyazlıq təmsilçisi ilk dəfə olaraq tarixində finala çıxır. Onlar ikinci Final Four'una vəsiqə qazanmışdılar. 2023-cü ildə birinci, 2025-ci ildə isə ikinci. Və Olympiakos ardıcıl dördüncü Final Four'unda yenə də uğursuzluqla üzləşir. Baxmayaraq ki, mövsümün əvvəlində Super Ulduz Evan Fournier komanda heyətinə qoşulmuşdu. Mike James, o isə finaldadır. O isə bütün tənqidləri öz üzərindən ata bilər və çempion olmağın bir adımlığındadır. Bir tərəfdə də Şarunas Yatskevičius, bir tərəfdə Vasilis Spanoulis. Bir şey dəqiqdir. Avropa basketbolunda artıq yeni bir məşqçi çempion olacaq və həm Yatskevičius, həm Spanoulis oyuncu kimi Avroliqanı qazana biliblər. Və indi onlar məşqçi kimi də bunu edəcəklər. İkisindən biri qazanacaq. Bu dəqiqdir. Bu möhtəşəm görüşü, bu maraqlı oyunu sizin üçün Sənan Əliyev şərh etdi. Sağ olun, gecəniz xeyrə qalsın. Basketbolu izləyin, basketboldan zövq alın.